müəllimlər. Bir neçə müəllimlərimiz qoşula bilməyib, kaydı izləsinlər. İlk öncə qrupumuz xeyirli uğurlu olsun. Hər kəs imtahandan istədiyi nəticə ilə çıxsın, Allahın izni ilə. Təbii ki, bilirsiniz də yüksək Amin. nəticədə asan əldə olunmur. Bunun üçün nə etmək lazımdır? Müəyyən qədər zəhmət çəkmək lazımdır, əziyyət çəkmək lazımdır. Salam müəllimlər, salam, xoş gördük hər birinizi. Ona görə əlimizdən gələni və o deyirik gəlməyəni də mesajlarım dayanmır. Qoy telefonu səssiz alım. Ona görə əlimizdən gələni, hətta gəlməyəni də eləyəcək ki, nəticələr yaxşı olsun, amma təbii ki, bir yerdə. Tək tərəfli heç nə alınmır. İstər ixtisas olsun, axşamınız xeyir Aygün müəllimə. İstər ixtisas olsun, istər kurikulum olsun, bir yerdə çalışmaq lazımdır. Verilənləri vaxtında yerinə yetirin, çalışın mövzuları, testləri üst-üstə yığmayın. Hə, indi elə müəllim var, az-çox bazası var kurikulumdan, elə müəllim var isə demək tam sıfırdan başlayır. Ona görə nə etmək lazımdır? Müəllimlər tam məsuliyyətlə verilənləri yerinə yetirmək lazımdır. Hı? Dərsimizin günün saatında bilirsiniz, birinci, beşinci günlər axşama tərəf saat 7-yə işləmiş başlayırıq. Mən bir dəqiqə bunu taxaram, hələ zaretkası var. Birinci, beşinci günlər 7-yə 15 dəqiqə işləmiş. Çünki bəzi müəllimlər var ki, elə deyir, bu saata məktəbdən güclə evə çatıram. Ona görə biraz 15 dəqiqə işləmiş başlayırıq. Belə. Başlayaq indi istəyirəm dərsimizə. Dərsimizin metodunda deyim sizə. Müzakirədən çox biz testlərə yer veririk. Ən əsas söz indi bizim bugünkü dərsimiz elə bir mövzudur ki, həm kurikulum nədir, həm hüquqi vəzifələr. Bu demək bu mövzular bilirsiniz də MİQ-in çərçivəsindən çıxarıldı. Yəni bu o demək ki, MİQ-çilərə düşməyəcək, amma sertifikasiyanın çərçivə sənədində var. Düz indi MİQ-çilərə düşməyəcək. Düşsəydi biz o mövzunun daha da belə xırdalığına gedəcəkdik, amma MİQ çərçivə sənədindən çıxarıldı. İndi sertifikasiyada adı var. İndi bilmirik bir sual gələr oradan, gəlməz, amma hüquq vəzifələrdən bir sual düşürdü. Aha, indi sertifikasiyada qalıb. Yenə də bilmək olmaz. Bəlkə də bir sual gələr. İndi müəllimlər deyir ki, bəzən hüquq vəzifələr çoxdur, yadda saxlaya bilmirik. Çalışacağıq ki, indi demək, onları müəyyən üsullarla nə etməyə, yaddaşa vurmağa. YouTube izahı da göndərmişdim. O uyğunlaşdır, qarşılaşdır. Bir-birinə yaxın olanların ayrı bir izahını da göndərmişdim. İndi bilmirəm kimlər baxıb. Baxmısınız o izaha müəllimlər? Bəli, Biraz, bəli. Bəli, biraz bəli, mən də baxmışam. Bəli. Ay, sağ ol, lap yaxşı. İndi o biri qrupun müəllimləri də var burada. Noyabr kurikulumun. Onlar da sizi dinləyir. Onlara təkrarda da belə deyim sizin qrup. Belə, gəlin yavaş-yavaş başlayaq. Düzdür, yenə deyirəm, biz müzakirədən, sual-cavabdan çox testlərə yer veririk. İnşallah gələn dəfədən ə, Axşamınız hı, xeyir müəllimə. salam, Üzr salam, istəyirəm. Gülər müəllim. E, Aha, Bir də xeyirli olsun amin, qrupumuz. amin. Müəllimə bir sual vermək istəyirəm. Orada bir də birazca mən qarışdırdım bir seansında. Hı O -hı. sərbəst təhsillə fərdi təhsili biraz İndi mən qarışdırdım. gələcəyik ora, narahat olmayın. Qoy gələk, həmin hissədə Hə, deyərsiniz. Yaxşı? inşallah. Çox sağ Aha, olun. yaxşı. Birinci istəyirəm başlayaq görək bir kurikulum nədir? Bu mövzunun düzü çox dərinliyinə getməyəcəyik. Heç olmasa müəyyən qədər yer ayıraq görək kurikulum nədir? İndi yenə deyirəm, elə müəllim var, az çox bazası var, amma elə müəllim var ki, heç bilmir. Əslində kurikulum nədir? Bunu, hüquq vəzifələri düşünürəm ki, çıxarmağın yeri yox idi, amma çıxartdılar çərçivədən. Çünki niyə? Ən azından belə deyək də, bir kurikuluma təzə sıfırdan başlayan müəllim bilməlidir də kurikulum nədir? Bir ən azı bilməliyik də bizim hüquq vəzifələrimiz və ya da ki, valideynin məktəbdə üstümüzə gələndə onun hüququ nədir, vəzifəsi nədir və ya da ki, şagirdin, elə deyilmi? Amma nə bilim, yəni düşünürəm ki, o mövzu qalmalı idi, amma çıxartdılar. İndi bizlik bir şey yoxdur burada. Heç nə. Gəlin biz yavaş-yavaş başlayaq müəllimlər. Görün bir dəqiqə kimlər qoşulub. Birinci kurikulum nədir? Oradan biraz bəzi suallar verək, görək nələr yadımızda qalıb. Belə, yaxşı. Bəzi müəllimləri görmürəm, yəqin kaydı izləyəcəklər. Bir neçəsi xəbər verib. Axşamınız xeyir müəllimə. Salam, salam. Demək, Yenidən görmək çox xoşdur. Zərnişan müəllimə. Çox sağ olun. Sizi də görmək xoş oldu. İnşallah 2020-də. düşərli olsun. Amin, amin. 2020-də Zərnişan müəllimə ixtisasdan bizimlə hazırlaşmışdı. Hə, MİQ-ə qəbul olmuş. Neçə ixtisas idi Zərnişan müəllim? 39 ixtisas. 39 bəli. Ay maşallah, bəli. Özü Həmin ili də 89 qəbul oldum. həmin ildə qəbul oldu, bəli. 89 ya 80. Güllü müəllimə tanıdı sizi. Yağdır. İnşallah Veterandır da. xeyir. Güllü müəllimə də Hə. veteranlardandır. O vaxtdan bizimlədir. Salam, salam müəllimlər. Xoş gördük.
Aha. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir Müəllimə, müəllimlər. Qırıq Bəli, oluna bir dənə, demək 2 və bazar günü saat neçədə idi? Zəhmət olmasa bir dənə deyin. 2 və bazar noyabr qrupunu soruşursunuz. Oktyabr. Oktyabrdan kurikulum götürməmişəm. Noyabr qrupudur Xəlgül müəllimə. Hə, O da demək 1 üçüncü. noyabrdır. Bir də ki, hə onu bilirəm. 3-cü gün saat 21:00-da. Xeyr, 21:00-da texnoloji qrupudur. Deyim də mən sizə. Yox, Demək, müəllimə, saat 19-da. 19 bazar da saat 20:00-da. bazar günü də dəyişdik, 20:00 elədik. Bəli. Hə, bildim. Hə, onu bilirəm. Yaxşı müəllimə. Hı, Sağ ol. yaxşı, siz də sağ olun. Belə, inşallah hamınız üçün xeyirli uğurlu olsun. Bəzi müəllimlərimizi də görürəm. Digər Gülşən müəllimə də burdadır. Lap yaxşı. Sonra ixtisasdan bizimlə olan müəllimlərimiz var, hə? Şad oldum hər birinizi görməyə. Belə müəllimlər, gəlin yavaş-yavaş başlayaq. Görək kurikulum nədir? Birinci bizə bu anlayışı kim izah eləyəcək? Kiminlə başlayaq? Kurikulum nədir? Bizə nəyi öyrədir? Nəyi çatdırır? Hə, kim başlayır? Aha. O biri Başlayıram qrupda müəllimə. çoxu dinləyicidir. Heç kim cavab vermək istəmir o biri kurikuluma. Ancaq deyirlər ki, elə ekrana testi gətirin, biz işləyək, ya da kimsə cavab versin, dinləyək. İndi görə bu qrup. Müəllim. Aytaz müəllimə sizsiz, Redim adından girmisiniz. Başlayayım. Bəli. Görə kurikulum nədir? Kurikulum müəllim. Kurikulum ilk öncə bir dənə gözləyim müəllim. Sizə Otağa suallar keçim. da hazırlamışam da. Birazdan başlayacaq. Burada suallar yazmışam qəşəng. Aha, başlayın. Bəli, müəllim. Kurikulum təhsil məzmunu təşkili qiymətləndirilməsi ilə olan bağlı olan məsələləri özündə cəmləşdirən bir konseptual sənətdir. Kurikulum ilk öncə mənası latın sözü kurikulum, curriculum sözündən götürülüb. Yol, Aha, çox onsuz istiqamət. xırdalıq lazım deyil. İndi bilirsiniz də əzbərçilik heç nə yox. Əsas nə düşür? Bəli, müəllim. Situativ, Bəli, mahiyyət. Kurikulum Mhm. təhsil məzmunu təşkili qiymətləndirməsi ilə bağlı olan məsələləri özündə cəmləşdirən konseptual sənətdir. Yəni təhsilin məzmunu dedikdə şagirdlərin nə öyrənəcəyi, nə öyrədiləcəyi, təşkili dedikdə onların nə formada həyata keçiriləcəyi, qiymətləndirməsi isə onların nailiyyət səviyyələrini nə cür qiymətləndirəcəyi olan məsələləri özündə cəmləşdirən bir sənət kimi başa düşürük. Kurikulumun ilk öncə əsas məqsədlərindən biri insanların həyati bacarıqları formalaşdırmaqdır. Onlarda yaradıcı və idraki bacarıqları inkişaf etdirmək, milli bəşəri dəyərləri formalaşdırmaqdan ibarətdir. Kurikulumun əsas mahiyyəti. Əsasən müəllim, kurikulumun ona qarşılıq deyim də yeri müəllim olar elə. Əzbərçilik heç bir gərək yoxdur. Mənə kitabı ardıcıl danışmayın. Aha. Bax yaxşı müəllim. İNOTKA-nın əsasən kurikulum sayəsində qoyduğu əsas məqsədlər vardır ki, kurikulumun aydın ifadəli olmasıdır, kurikulum çevik olmasıdır. Yəni dəyişikliklərin kurikuluma öz əksini göstərməsidir. İndi burada saxlayaq. əlaqələndirməsi. Məsələn, tutaq ki, testlərdə belə bir şey rast gəldik ki, kurikulum hər zaman sabitdir. Bəzən yazılır. Bu doğru fikirdir, yoxsa yanlış? Xeyr müəllim, xeyr. Kurikulum dəyişkən olmalıdır. Yəni yenilikləri kurikulumda öz əksini tapmalıdır. Bəli, doğru. Aydın ifadəli olmasıdır. Kurikulum şəxsiyyət yönümlü olmalıdır. Yəni şagird yönümlü olmalıdır. Şagirdlərin maraq və tələbatlarının potensial imkanlarına uyğun formada tənzimlənməlidir. Yəni şagirdlər əsas götürülür burada müəllim. Amma Daha çox ənənəvi konkret təhsildə necə idi? Ənənəvi təhsildən bir dənə müqayisəsini aparaq. müəllim yönümlüdür müəllim. Müəllimin istəkləri əsas götürülürdü. Əsas yeni kurikulumda isə şagird yönümlüdür müəllim. Aha, bəli, şagirdin maraq tələbatları, ehtiyacları nəzərə alınmalıdır, düzdürmü? Yeni dövrün tələbləri nəzərə alınmalıdır. Amma ənənəvi təhsildə nə idi? Əzbərçiliyə yönələn, yalnız müəllim mərkəzli. dedikləri idi. Doğru, bəli. Kurikulumun aydın və əlaqəli olmasıdır müəllim. Kurikulumun daha sonra isə kurikulum tərtib edənlər onun əsas məqsəd kimi qarşısına qoymuşdular ki, hansı bilik bacarıq vərdişlər kurikulumda öz əksini tapmalıdır. Kurikulum şagirdlər üçün necə maraqlı edə bilərik? Hansı kompetensiyalar formalaşmalıdır? Bunları əsas götürür. Qiymətləndirmə daha məhsulları necə effektiv edə bilərik kimi məsələləri qarşısına qoymuşdular. Kurikulum əsas keyfiyyət göstəriciləri müəllim. Onun orada açar söz vardı. PEDA sözü məsələn praktiki, effektiv, davamlılığı və aktual olmasıdır. Kurikulum keyfiyyət göstəricisi isə şagirdlərdir. Yəni o əldə etdikləri bilik nailiyyətlərinin həmin o dediklərimizi müəllim hansı səviyyədə öyrəndiklərini və onları öz sosial, şəxsi, idraki, psixoloji, emosional inkişafı üçün nə cür istifadə edəcəklərini əsas götürür ki, şagird əsas onu nə cür tətbiq edəcəyindən asılıdır. Yəni İndi burada saxlayaq. Bax elə o cümlənin altında böyük mahiyyət yatır. Yəni əvvəlki təhsil sistemimizdə belə idi ki, şagirdlərə yalnız informasiyanı ötürmək, bilik verməkdən kifayətlənirdik və hətta ki bizdən də bu tələb olunurdu, düzdürmü?
Amma Bəli. indi nə deyir? Kurikulum bizə nə deyir? Deyir şagirdə yalnız bilik vermək bu bəs eləmir. Nə olmalıdır? Bacarıq inkişaf eləməlidir şagirddə. Bir bax, ən əsas tələb budur ki, şagirdə biliklə yanaşı bacarıq da ötürülməlidir. Baxın, əsas belə deyim də həyata hazırlamaqdır şagirdləri. Hə? Bəli, müəllim. Bax, bilik ya, bax, Şəxsiyyət həqiqətən də əslində belə formasını baxırsan, məqsəd, bəli, müəllim. əslində Şəxsiyyət həqiqətən də belə, forması aha, deyin. deyin müəllim, bağışlayın sözünüzü Nə kəsdim. deyirəm? Baxın, əslində həqiqətən də elədir. Baxırsan ki, bəzi şagirdlər oxuyub və ya da ki, digər insanlardan nəzərdə tutaq, böyüklər indi müəyyən yaş həddinə çatmış, oxuyub bitirib hər hansı ən yaxşı universiteti, baxırsan ən yaxşı belə deyim də yüksək savada malikdir. Nə bilim, öndə gedən universitetin diplomu var əlində, amma bir bacarığı yoxdur ki, irəli getsin. Bəli, müəllim. Bəli, amma indi ona görə kurikulum deyir ki, şagirdə təkcə bilik vermək sərf eləmir. Amma bu da günümüzün reallığıdır ki, həqiqətən o hərdən deyirlər, haranı bitirirsən, bitir, əlində əsas odur bir dənə diplomun olsun, bir də bacarığın olsa qabağa gedə biləcəksən. Amma bu cümlədə həqiqətən böyük həqiqət var ha. Baxın, məsələn, bir dəfə elə 9-larda şagirdin biri də onlardan biraz motivasiyaçı söhbət apardım. 9-lardan oğlan biri qayıtdı dedi ki, mənim atam universitetdə qırmızı diplomla bitirib, amma indi dedi nəsə də bu maşınla bağlı belə bir işdə işləyir də, yəni maşın düzəldir belə bir işdə. Hə, nə olsun, ən yaxşı universitet bitirib. Deyirəm, bəs yaxşı. Deyirəm, sənin xətrinə dəyməsin. Bəlkə atavın bacarığı olmayıb. Bax, hara gətirib çıxarır? Həqiqətən də, yəni orada mən kurikulumla razılaşıram ki, nə olmalıdır? Təkcə şagirdlərdə yox, elə hamımızda. O müəyyən bacarıq da olmalıdır. Bax, ona görə deyir ki, şagirdi düz. İndi biz nə dərəcədə kurikulumu öz təhsil sistemimizdə, məktəb həyatımıza tətbiq edirik, eləyə bilmirik. İndi bu reallıqdır, hamı bilir vəziyyəti, amma indi buna da illər lazımdır, zaman lazımdır. Amma yəni burada əsas məqsəd odur ki, şagirdə biliklə yanaşı o bacarıqlara yiyələnməlidir şagird. İndi belə bir Müəllim, sual verirəm. Hə, deyin siz sözünü, sonra sizə bir sual verim. mən bu uşaqları qiymətləndirmə keçirirdim. Uşaqda məsələn bilik səviyyəsi aşağı idi də müəllimə. Gördüm ki, əl bacarığı var, əl işi düzəldib gətirib. Mən onu qiymətləndirmədə onu nəzərə aldım ki, bu Bəli, uşağın biliyi ilə yanaşı yaradıcı bacarığı daha çoxdur da. Ay, Onu sağ ol. nəzərə alıb qiymətləndirməyə müəllim onu tətbiq elədim mən. Bəli, tamamilə. Bax, burada texnologiya müəllimləri bu vəziyyəti gözəl bilərlər ki, elə şagird var, nəzəri hissədə sənə birdən ağzını açıb bir sual və cavab verə bilmir, amma qəşəng bir əl işi hazırlayır. Niyə? İndi mən bu şagirdə deyim ki, yox, sən mənim filan sualıma cavab vermədin, bir dəfə dərs danışmadın, nə etmədin, mən sənə qiyməti yazmayım və dəyərləndirməyim. Belə şey ola bilməz. Onun nə bacarığı var, kurikulum deyir, onu əsasən qiymətləndirməlisən. İndi o hissələr çatanda onlarda toxunacağıq. Doğrudur. Bəli, müəllim. Belə bir cümləyə rast gəlsək ki, belə deyim də şagirdlərimizə yeni kurikulum sistemi nə deyir? Maksimal bilik bacarıq ötürmək lazımdır. Şagirdlər maksimal bilik bacarığa yiyələnməlidir. Bu doğrudur yoxsa yanlış? Bəli, müəllim. Maksimum biliklərlə. Yəni belə deyim də 11 illik məktəb həyatında şagirdlər maksimal bilik bacarığa yiyələnməlidir. Bu doğru fikirdir. Başa düşmədim müəllim. Doğrudur O- mən. 11 Mən illik deyə baxın. bilərəm, müəllim. Doğru deyil mi? Bu baxın. Minimum olmalıdır da müəllimə. Maksimum Aha, olmalıdır. Hər şeyi minimal öyrənə bilik. bilmərik. Bəli, Bəli. minimal bilik bacarıq. Hə, Aytaz Onlara müəllimə. lazım olacaq dərəcədə də bütün hər bir Bəli. şey onlara Həmçinin biz ehtiyacı maksimalı ötürə də bilmərik axı. Bizim müəllimlər Yəni. şagirdləri 11 il ərzində o maksimal bilik Bəli, müəllim. bacarığı Yəni 11 il müddətində qoy belə başa 11 il müddətində şagirdlərə nəyə bacarıqsa, yəni hansı bilikləri çatdıra biləcəyimiz səviyyədə, yəni indi çatdı müəllim sual mənə. Aha, yəni minimal bilik bacarıqlara Bəli. yiyələnməlidirlər. Minimal. Bəli. Minimal. İndi yenə deyirəm, bu mövzu çıxarıldı deyə indi bilmirik nə dərəcədə testlər. Yəni bacardığımız qədər verməliyik Aysa. uşaqlara. Amma yenə əvvəllər də o cümlə testlərə düşürdü ki, bəzən yazırdı minimal, bəzən maksimal. Deməli minimal. Müəllim axı bu 11 il ərzində maksimal bilik bacarığı da heç bu şagirdlərə çatdıra bilməz axı. Salam, Bəli, salam yeni qoşulan müəllimlərimiz. Doğrudur. Yaxşı. Hələ ki sizinlə bu qədər. Sağ olun. Oldu müəllim. Sağ olun. Demək belə, kurikulum haqqında ilkin məlumatları Aytac müəllimədən əldə etdik. Orada bir də var idi, milli kurikulumun prinsipləri. Bizə bu haqda kim məlumat verəcək? Danışım mən. Müsalə müəllimə, danış. Bəli. Milli kurikulum prinsipləri elə bil ki 6 dənə, müəllim 6 idi. Hətta 6 dənə prinsipi var idi. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, tələb yönümlülük, inteqrativlik, tələb yönümlülük, sonra qiymətləndirmə.
Müəllimə, şagird yönümlülük əsasən burada şagirdin marağı önəmli, ən önəmli olan şagirdin marağı idi, şagirdin tələbatlarının ödənməsi idi, şagirdə yəni üstünlük təşkil eləyirdi, şagirdin istedadı idi, qabiliyyəti idi, onların inkişafına xidmət edirdi, onun potensialı idi. Ən çox burada şagirdə üstünlük verilirdi. Şəxsiyyət yönümündə elə bir şagirdin Rühanə müəllimə, siz psixomotor. axşam YouTube-a qoşulacaqsınız. Axşam YouTube-da yox, yəni əlavə canlımız deyirsiniz, Flora Hə, müəllim. müəllimə, mən məktəbdən indi çıxıram, çatdıra bilmirəm. Dedim qulaq asmaq üçün. Hə, bu dərsin kaydını göndərəcəm, onu demək istəyirsiniz? Hə, müəllimə. Göndərəcəm, narahat olmayın. Hə, oldu, çox Yaxşı, sağ olun. yaxşı. Birdən evə gedince çata bilmərəm, ona görə dedim. Hə, yaxşı, göndərəcəm, narahat olun. Davam eləyək. Bəli, şəxsiyyət yönümlülükdə müəllimə elə bir şagirdin psixomotor fəaliyyətini, yəni beyinlə əlaqədardır, psixomotor fəaliyyətini, ünsiyyəti önəmli tutulur. Deməli, hə, Bəşəri orada bir dəqiqə indi də saxlayaq. Bəli. Demək, şəxsiyyət yönümlülükdə həm idraki, beyinlə Həm bağlı idrak, sahələr, bəli. həm ünsiyyət, həm də psixomotor fəaliyyət. psixomotor, həm də müəllimə milli bəşəri o dəyərlərə üstünlük verməkdə, milli bəşəri dəyərlərin üstünlük verir. Nəticə yönümlülük elə bir qabaqcadan da, burada qabaqcadan, əvvəlcədən sözüdür. Yəni təlim nailiyyətlərini əvvəlcədən müəyyənləşdirir. İndi Əvvəlcə burada sizə sözü belə var. bir sualım var. Vüsalə Bəli, müəllimə, deyirsiniz ki, təlim nailiyyətlərini düzün, məktəbdə işləyirsiniz. Lövhəyə təlim nəticəsi yazırıq. Hər dərsin özünün təlim nəticəsi var. Və 45 dəqiqənin sonunda biz ona çatmalıyıq. Bu elə hansı prinsipə əməl etmiş oluruq biz? Elə müəllimə nəticə yönümlülükdür. Nəticə yönü, bəli. Həm də Məsələn, şagirdə də bildirməliyik də, biz bunu öncədən həm mütləq, siz demiş mütləq. lövhəyə yazmalıyıq, həm də şagird bilməlidir. Bəli. 45 dəqiqə dərs müddətində biz nəyi keçəcəyik, onlara nə Bəli. öyrədəcəyik. Bax, bəzən indi burada çox müəllimlər işləyən müəllimlərdir. Nəticə yönümlülükdən danışmışkən bunu da deyim. Bəzən şagird sual verir ki, indi düzdür elə müəllim var, dərsin təlim nəticəsini şagirdlərə şifahi çatdır. Elə müəllim var, lövhədə yazır. Düzdür, mən demiyorum ki, 90% lövhədə yazıram ki, ən azından sonradan bir yoxlama gələ bilər. Dərsin ortasında nə bilirlər, mən dərsin əvvəlində təlim nəticəsini şagirdlərə çatdırmışam, yoxsa yox. İndi onu mövzuları keçəndə bir daha vurğulayacağam. Çalışın ki, lövhədə yazın. Hansı məktəbdə? Yazılsa yaxşıdır, Bəli. bəli. İndi elə məktəb var ki, yazılı tələb edir, eləsi şifahi, amma işinizi ehtiyatda tutmaqdan ötürü lövhəyə yazmağınızı tövsiyə edirəm. Bu belə. Şagird bəzən müəllimə sual verir ki, müəllimə, o təlim nəticəsi nədir? Lövhəyə yazdığınız və ya da ki, şifahi səsləndirir. Müəllimlərimiz buna cavab verə bilmir. Təlim nəticəsi nədir müəllimlər? Məsələn, ta ki, sizin dərsiniz bu günləri belə deyim də, texnologiyadan metallardan bağlı mövzu, qara metal və ya da ki, əlvan metalların səthinin bəzədilmə texnologiyası. Yazmısınız ki, lövhəyə qara metalların bəzədilmə texnologiyasını izah edir. Mən də şagirdəm, deyirəm ki, müəllimə, o təlim nəticəsi nədir? Nə üçün yazırsınız? Müəllim izah verə bilmir. Siz o şagirdə çatdırmalısınız ki, biz bu 45 dəqiqənin sonunda artıq bu metalların bəzədilmə texnologiyasını siz mənə izah eləməlisiniz. Biz buna nail olmalıyıq. Hə? Və ya da ki, digər fənn müəllimləri müxtəsər qurma düsturunu keçib və ya da ki, nə bilim, düzəltmə mürəkkəb sözlərdən bağlı keçib, onun cümlədə işlədilməsi. Artıq 45 dəqiqənin sonunda bu şagird bunu yerinə yetirməlidir. İndi deyirik nəticə yönümlülük. Hə? Nə oldu? Bəli. Deyir ki, nəzərdə tutulan, nə bilim, o təlim nəticəsini nə etmək? Əvvəlcədən müəllimə o müəyyən. vaxt biz yazırdıq dərsin məqsədi. Elə Elə budur. odur da. Bəli, bəli. Elə budur, bəli. O Bəli, vaxt əlbəttə. yazırdıq, gündəlik yazanda yazırdıq ki, dərsin Bəs məqsədi. bu vaxt nə oldu? İndi nə yazırsınız? Bu Heç də yazmırsınız. İndi də ki, budur da nəticə yox. Aha, aha. Yəni indi təlim nəticəsi yazırıq. Bəli. Hı -hı. İnteqrativlik də müəllimə bir-biri ilə və həyat sistemi ilə əlaqələndirilməsidir. Hı Həm -hı. həyatla əlaqələndirir, həm də bu bir-birinin məzmunu bu təlim məzmunlarını bir-birindən əlaqələndirir. Həm də Ha. həyatla əlaqələndirir. Aha. Tələb yönümlülük də elə bir tələbatdır da, elə bir cəmiyyətin, dövlətin ehtiyaclarına olan tələblərdir. Məsələn, müasir tələblərə uyğun onu izah edirsən ki, müasir tələbə nədir? Kommunikasiyadır, texnologiya, müasir tələblərdə internetdir, ən çox odur da, bu YouTube-dur. Bunların Məsələn, tələblərinə uyğun. lap belə deyək. İndi müəllimlərdən tələb olunur ki, nə? Deyir ki, bir slayd hazırla mövzuya uyğun. Bəli. Gətir, hə, elektron lövhədə təqdim elə, şagirdlərə keç. Bəli. Müəllim də nə etməlidir? Düz indi Onları biraz hazırlamaq. bəli, kompüter sistemi ilə işləmək bəzi müəllimlərimizə həqiqətən çətindir, amma deyir müəllim dövrün tələbi ilə ayaqlaşmalıdır. Bəli, elektron Hı. jurnala keçmişik. Dövrün Bəli. tələblərinə uyğunlaşmalıyıq, öyrənməliyik. Bəli, Bəli. bəli. Doğru. Ha, Qaldı qiymətləndirmə. Bəli.
qiymətləndirmə də elə bil dövlət tərəfindən qoyulmuş dövlət tələbidir də. Elə bil şagirdlərin, təhsil alanların nailiyyətlərinə, uğurlarına, bacarıqlarına qoyulmuş tələblərdir, dövlət Bəli, sənədidir. doğrudur. Qiymətləndirmə də inşallah geniş keçəcək. Hələ ki bu mövzuda yüngül Bəli. toxunuq ki, belədir, bəli. Qiymətləndirmə bəzən də testdə yazır ki, təhsil verənlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi. Bu doğru fikirdir. Xeyr, mənim təhsil alanlarındır, yəni şagirdlərin Ha. biliklərinə, nailiyyətlərinə qoyulmuş dövlət tələbidir. Aha, doğrudur. Çox sağ olun, minnətdarıq Siz sağ Salə olun, çox müəllimə. sağ olun. Sağ olun. İndi bir neçə sual verirəm, aşağıdan cavab yazacaqsınız. Yəni kurikulumun prinsiplərinin adını yazaq. Tutaq ki, düşünürsünüz ki, qiymətləndirmədir və ya ki, şəxsiyyət yönümlülükdür. Yaxşı, bir neçə suallar verirəm, yazırıq. Bu sualları sizə şifahi verəcəm. Deyirəm ki, birinci bu gəlin bu sualı verək. Deməli, müəllim nə edir? Hə, bunu gəlin verin. Buradan başlayaq, fərq eləmir. Diqqətlə hamı qulaq as, amma heç kim tez yazmasın. Yaxşı, xahiş edirəm. Vaxt verirəm. O vaxta əməl eləyək. Mən bir dənə bu notebook taxım. Yoxsa hə, sizə gözləmə vaxtı verəndə taxaram. Şunur biraz düşdü o tərəfə. Sönər yoxsa. Hə, demək belə göndər deyəndə göndərəcəksiniz. Bəs çünki elə müəllim var tez tapır cavabı o dəqiqə göndərir. O birisi onu kopyalayır cavabını göndərir. Sual belədir. Müəllim dərsdə mövzunu izah etdikdən sonra şagirdlərə seçim imkanı yaradır. Diqqətlə qulaq asırıq, 2 dəfə təkrar eləyəcəm. Müəllim dərsdə mövzunu izah etdikdən sonra şagirdlərə seçim imkanı yaradır. Bəziləri poster hazırlayır, bəziləri təqdimat edir, bəziləri praktik. Bax, Kəmalə müəllimə deyir ki, müəllimə göndər deyəndə göndər, deyirəm hə. Bax, indidən göndər, bilmədim, yaxşı. Bəziləri təqdimat edir. Yox, tez göndərməyim. Kim tez göndərsə qrupdan çıxaracam. Aha, bəziləri praktik tapşırıq icra edir. Bu yanaşma hansı prinsipə əsaslanır? Müəllimə, internet məndə getdi. Bağışlayın, bir də sual verir bilərsiniz. Aha, yaxşı. Yaxşı. Bu dəfəlik qaydaları pozdunuz, amma gələn dəfə kim birinci tez yazıb göndərsə o müəllim çıxacaq qrupdan. Zoomdan Müəllim, çıxarsan bir də geri dönə bilməyəcəksən. mən də yazıb gözləyirəm ki, indi müəllim nə vaxt göndərdiydi. Baxın. Aysa. Kəmalə müəllimə soruşa-soruşa elə qaydaları pozdu. Sualı bir də təkrar oxuyuram. Eşitməyən müəllimlər üçün. Qoy bir dəqiqə bunu taxın müəllimlər. Demək belə. Hə. Bunun da ki enerjisi bir dəqiqədə elə bil tükənir. Təzə notebookda amma yenə də bu canlı şəkil yəqin bunun enerjisini yeyir. Gəl onu çıxaram, dəyişəm oradan. Müəllim dərsdə mövzunu izah etdikdən sonra şagirdlərə seçim imkanı yaradır. Bəziləri məsələn poster hazırlayır, bəziləri təqdimat edir, bəziləri praktik tapşırıq icra edir. Deyirik ki, bu yanaşma hansı prinsipə əsaslanır? Digər müəllimlər də yazsın, sonda fikri görək. Çoxu şagird yönümlülük yazıb, görək düzdürmü? Hər öz fikrin yazsın. Bir-birinizə baxıb kopyalamayın. Ona görə gözləmə vaxtı verirəm və göndər deyəndə artıq hamı yazsın, həmin vaxt klaviaturada saxlasın. Göndər deyəndə göndərin, onda bilinir ki, biri şagird yönümlülük yazıb, tutaq ki, biri nə bilim nəticə yönümlülük misal üçün. Aha, doğrudur. Şagird yönümlülük yazanlar da biri bizə izah versə, niyə şagird yönümlülük götürdünüz? Bəlkə biri başqasını götürmək istəyirmiş. Kim izah verəcək? Mən izah vermək istəyirəm. Deyin, iPhone yazan hansı müəllimdir? Zərifə müəllimə. Hə, Zərifə müəllim. Səsinizdən də oxşatdım, amma bayaq dediniz qoşulmayacam. Dedim, yəqin qoşulmamısınız. İstəyərsən danışa bilməyəcəm, uşağıymışam. Hə, deməli, burada niyə şagird yönümlülük götürürük? Çünki müəllim deməli yazır lövhəyə ki, bu hansı kim hansı ilə istəyir. Deməli, burada şagirdin istəyini nəzərə alır. Öz istəyini nəzərə alsaydı, deyərdi ki, məsələn, filan üsulla eləyir. Şimdi ona görə şagird yönümlülüyü götürür, şagirdin istəyini ön plana çəkir. Yəni ki, bu yəni müasir üsuldur. Amma ənənəvi usulda olsaydı, onda deyəcəkdi ki, mən istədiyimi yazın da. Buna görə şagird yönümlülüyü Bəli, doğrudur. Burada artıq seçim imkanı verib, hə? Bəli. Şagird mərkəzlidir də müəllimimdə. Aha, doğrudur. Şagird Doğru. mərkəzli olur. Bəli. Bütün veteranlar buradadır. Hə, deməyin də. İxtisasda da olan veteranlar buradadır, hə? Demək, belə canımız dincəlsəydi bu veteranlardan. Ay müəllim, İndi- siz də bu il ödülləndirin, bunlar medal verin, bunlar da Hə, deməyin də. Bu illərə də əl çəkin. Bu il qəbul olun, gedin. Bir də sertifikasiyada gələndə qəbul eləyəcəm. Sertifikasiyada bax gəlin o hə. MİQ-dən bizimlə hazırlaşıb MİQ-ə qəbul olanlar bu il məsələn sertifikasiyadan gəldi bizimlə hazırlaşmağa. Məsələn onda mən çox sevinirəm ki, bu müəllim MİQ-dən bizimlə hazırlaşıb indi sertifikasiya. Amma bu MİQ-çilər arda-arda nə olub? Biri gedir, bir il müqavilədən işləyir, gələn il yenə gəlir. Gəlməyin Hə, müəllim, istəyirsən. onda mən sizin
İlk veteranınızla da həm yo veteran deməyim, nə deyim, onu da mənim adım nədir müəllim? Həm müdavimlik. Sizə bilmirəm, sizə hansı adı Yox, verib, yox Allah müəllim, xoş getsin. sizin gerçəkləşmiş arzumuzdur da, həm ilk müdaviminizik. Üzə Aha. sertifikasiyaya hazırlaşırıq da ilk göz nuru. Ay, sağ ol, bəli, bəli. İndi sertifikasiya. Müəllim izahlarda test demişdiniz. Hələ onlara keçməyək. Bir neçə suallar vermişdim. Onlar deyirsiniz. Onlar axırda qayıdarıq. Vaxtımız qalsa yaxşı. Düşünürəm ki, mövzunu izah edən orada verdiyim sualları yəqin ki tapar. İndi birazdan lap qayıdaram o suallara. Yaxşı Şəlalə müəllim. O dərsin izahında suallar vermişdim. Onu deyirsiniz də. Hə. İkinci sualımız. Texnologiya dərsində şagirdlər ölçümü aparır. Qayıdacam ona, narahat olmayın. Texnologiya dərsində şagirdlər ölçümü aparır. Heç kim tez yazmayacaq cavaba. Materialların xüsusiyyətlərini izah edir. Nəticələri cədvəl və qrafiklə təqdim edir. Bu yanaşma hansı prinsipə əsaslanır? Sualı bir də oxuyuram, heç kim yazmır. Axşamınız xeyir. Texnologiya dərsində şagirdlər ölçümü aparır. Materialların xüsusiyyətlərini izah edir. Nəticələri cədvəl və qrafiklə təqdim edirlər. Bu yanaşma hansı prinsipə əsaslanır? A variantı şagird yönümlülük. Fatimə müəllimə niyə tez yazırsınız? B inteqrativlik. C nəticə yönümlülük. D qiymətləndirmə. Hələ heç kim yazmasın. Göndərin gəlsin. Bir-birinizə baxıb cavabı yazmayın. Bir də gördünüz kütləvi şəkildə düşdünüz radara. Texnologiya dərsində şagirdlər ölçümü aparır, materialların xüsusiyyətlərini izah edir, nəticələri cədvəl və qrafiklə təqdim edirlər. Bu yanaşma hansı prinsipə əsaslanır? A. Şagird yönümlülük, B. inteqrativlik, C. Nəticə yönümlülük, D. Qiymətləndirmə. Fərqli versiyalar var. O biri qrupun müəllimləri, noyabr qrupunun müəllimləri yox, siz yazmayın. Siz düşünün, özünüzə saxlayın. Sizi dinləyici kimi qəbul eləmişik. Siz qrupa dinləyici kimi. Düşünün, cavabları biz görün deyəndən sonra düz yazımı, düz fikirləşirsiniz, yoxsa səhv. Aha. Ən azından orada özünüz üçün biləcəksiniz ki, mən düz tapdım, yoxsa səhv tapdım, elə deyim. Yaxşı, cavablar bitsə, doğru cavab. Görək hansı, kimlərə alqış gəlir? Kimlərə? İnteqrativlik yazanlara bir alqış. İnteqrativlik yazanlar özünüz alqışlayın. Smalik qoyun, görüm kimlər gördüm bir neçə müəllimləri. Görüm kimlər qoymuş, yazmışdı. Smalik qoyun görüm. Aha, Könül müəllimə, Sahilə müəllimə. İndi o birlər, hansı variantı gördüm orada? Şagird yönümlülük yazan vardı, sonra bir neçə digər versiya yazanlar var idi. Hə, lap yaxşı. Demək indi orada müəllimə. Mənim axşamlıq sev barədə. Mən Tamam, nə üçün sağ ol, nəticə yönümlülük yazdım? Mən elə başa düşdüm ki, sualın əvvəlinə. Müəllim belə deyək də, uşaqların nəticələrini cədvəl formasında olaraq təqdim edir. Müəllimin təqdim etdiyini düşündüm. Ona görə nəticə yönümlülük dedim. Siz sonda bir dəfə oxuyanda mən cavabı göndərmişdim də. Onda gördüm ki, yox, inteqrasiya edir. Həm ölçür, həm cədvəllər formasında yazır. İkisini birlikdə inteqrasiya elətdirir. Onu da qeyd eləmişdim o sonra. Amma ilk səhv yazmış. Hə, bax elə. Ona görə tələsməyin. O gözləmə vaxtı verirəm o müəllimlər. Bax indi ilk dərsdə deyək, bir-iki müəllim qaydanı pozur, amma inanıram ki, gələn dərsdən yoluna düşəcək. Bax gözləmə vaxtı ona görə. Bəzən olur ki, sual asan görsənsə belə bizi çaşdıra bilir. Bilirsən lap yaxşı. Bu demək deyil ki, kimsə tez yazsın, o biri müəllimlərin də haqqına girsin, tezkən göndərsin. O birisinin də beyni qarışır. Birini görən kimi onlar da elə hansını gəldi vurur göndərirlər. Çox xahiş edirəm ki, gözləmə vaxtına əməl edək. Yaxşı müəllimlər. Bax görürsünüz nə qədər müəllim səhvliyə yol verdi. Texnologiya dərsində deyir şagirdlər ölçmə aparır. Ölçmə aparırsa riyaziyyatla əlaqəlidir. Materialların xüsusiyyətini izah edir. Ola bilər metaldır, plastikdir, bir cür gecə kimyaya, nə bilim digər fənlərə. Xüsusiyyətini izah edir. Ta ki metaldan mövzudur və ya da ki hər hansı bir plastikadan olsun, plastik materiallardan, lap olsun oduncağın özü fərq eləmir. Gedəcək bir üzü digər fənlərə. Nəticələri cədvəl və qrafiklə təqdim edirsə, getdi informatikaya. Deyir, bu yanaşma hansı prinsipə? Bir düşünün, o 6 prinsipdən hansına daha uyğun gələ bilər? Maraqlı sual idi. İnteqrativlik yazanlar afərin. Daha bir sual verirəm. Tapşırıqlar şagirdlərin yaş xüsusiyyətlərinə,
real həyat bacarıqlarına və gələcəkdə tətbiq edə biləcəkləri biliklərə uyğun hazırlanır. Yenə təkrar eləyirəm. Tapşırıqlar şagirdlərin yaş xüsusiyyətlərinə, real həyat bacarıqlarına və gələcəkdə tətbiq edə biləcəkləri biliklərə uyğun hazırlanır. Bu hansı prinsipin göstəricisidir? Tapşırıqlar şagirdlərin yaş xüsusiyyətlərinə, real həyat bacarıqlarına və gələcəkdə tətbiq edə biləcəkləri biliklərə uyğun hazırlanır. Göndərin gəlsin. Sualı bir də təkrar edirəm, səhv yazanlar çoxdur. Tapşırıqlar şagirdlərin yaş xüsusiyyətlərinə bir-iki müəllim cəmi düz yazıb. Tapşırıqlar şagirdlərin yaş xüsusiyyətlərinə, real həyat bacarıqlarına və gələcəkdə tətbiq edə biləcəkləri biliklərə uyğun hazırlanır. Kim fikrini dəyişdi? Şəxsiyyət yönümlülük olmur şey. Bilmirəm ki, heç xəbərim yox. Yox, şəxsiyyət yönümlülük deyil. Mən şəxsiyyət yönümlülük yazdım, amma başa düşdüm səhvini. Yönümlülükdür müəllim. Ehtiyac və tələbatlarının qabaqcadan nəzərə alınması da orada. Hansıdır? Tələb yönümlülükdür məncə. Qabaqcadan nəzərə alınır. Yaş xüsusiyyətləri, ehtiyac tələbatları. Bəli. Baxın, deyir, real həyat bacarıqlarına və gələcəkdə tətbiq edə biləcəkləri. Hə? Gələcəkdə nə deməkdir? Deyirdi ki, fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac tələbləri. Dəyişən ehtiyac nə deməkdir? Bu dövrün tələbinə uyğun getdikcə dəyişir də. Bəli. Tələb yönümlülük yazanlara afərin. Bax, tapşırıqlar şagirdlərin yaş xüsusiyyətlərinə, real həyat bacarıqlarına və gələcəkdə tətbiq edə biləcəkləri biliklərə uyğun hazırlanır. İndi o nəticə yönümlülüklə bağlı bir sual var, o bir sınağın içindədir. Onu birazdan işləyəcəksə, onları səsləndirmirəm. Bir sualda. Bəli. Yaş xüsusiyyətləri tələb yönümlükdə sizdəki kurikulumda PDF-də yazılıbdı. O müəllim bizim aldığımız kurikulumda yoxdur. Yox, PDF-də yazmamışam. Bu ümumi nəticədir, Aytəz müəllimə. Bu o demək deyil ki, sırf bu bir dənə söz məsələn hansındasa yazılmalıdır. Siz suala baxanda görün belə deyim, bəzən ola bilər ki, insan iki variant arasında qalır. Elə prinsiplər olsun və ya da ki, digər suallarda. Görün daha hansı ağır basır, hansına daha uyğun gəlir. Bax, tapşırıqlar deyir şagirdlərin yaş xüsusiyyətlərinə, real həyat bacarıqlarına, real həyat deyirdi ki, fərdin, cəmiyyətin, dövlətin və gələcəkdə nə demək idi o? Dəyişən ehtiyaclar. Hə? Bax elə ona görə deyir də gələcəkdə tətbiq edə biləcəkləri biliklərə uyğun hazırlanır. Dərs nə zaman? Dərs müddətimiz 1 saat yarımdır. Mövzumuz qısa olanda ola bilər ki, 1 saata bitiririk. Uzun olanda 1 saat yarıma yaxın belə. Belə müəllimlər. Demək, indi bir sual da verirəm. Ta ki müəllim əlavə deməli dərs saatında nə edib? 2026 bu gün işlə müəllim deyir, təzə. Yox, hələ çıxmayıb. Mən dünən baxdım, çıxmayıb hələ. Bu günlərdə çıxacaq. Çıxartdılar ki, bu gün satışa. Mən dünən baxdım, hələ çıxmamışdı. Yeni nəşr kitab. Amma bu yaxınlarda çıxmalıdır. İndi bu gün bilmirəm, elanın paylaşdılar yoxsa yox. Baxarıq yenə. Hələ ki yox. Məncə də çünki dünən rəsmi səhifələrinə girdim, baxdım Facebookdan. Demək, növbəti sual. Müəllim nə edir? Milli bəşəri dəyərlərimiz haqqında şagirdlərdən söhbət aparır. İndi gözləmə vaxtı vermirəm. Deyin görək. İndi hansı prinsip əməl etmiş olar? Tez bu hissəni bitiririk, çünki digər hissə bizi gözləyir. Mövzumuzun digər hissəsi genişdir. Aha, doğrudur, bəli. Şəxsiyyət, yönümlülük. Afərin. İndi keçirik digər məsələlər. Təslim formaları, təhsil alma formaları,
hüquq, vəzifələr. Yenə deyirəm, bu mövzu çıxarıldı deyə çox hələ lap dərinlinə getmirik, amma ən əsas vacib məqamları önə çəkəcəyik. Ondan sonra görək kimin nə yadında qalıb. Təhsilin formaların tez bizə biri məlumat versin, izahını da versin. Müəllim, Danışa müəllim. bilərəm müəllim. Mən deyim. Aha, birinizdən başlayaq, fərq eləmir. Kimdən bu? Günay müəllimədən başlayaq, sonra dönərəm Zərifə müəllimə, sonra Günəş müəlliməyə, ardıcıllıqda. Mən danışmaq Yaxşı. istəyən söz soruşurum ki, Deyin, deyin. hüquq çıxarılıb bir dənə, başqa hər şey yerindədir. Hüquq deyəndə ki, bütövlükdə çıxarılıb da o hüquq vəzifələr. Yəni hüquq vəzifə başqa hamısı yerindədir. Yox, yenə də çıxarılan mövzular var. Keçdikcə deyəcəm. Bilmirəm. Kurikulum nədir ilə özü çıxarılıb, hüquq vəzifələr bütövlükdə çıxarılıb, hələ neçə mövzular çıxarılıb. Yaxşı, Günay müəllimə davam. Mənim təhsilin formalarını deyim. Bəli. Təhsilin formaları formal, qeyri-formal, informal hissələrə bölünür. Formal dedikdə bu elə bir təhsil formasıdır ki, təhsil bitdikdən sonra burada diplom, attestat kimi təhsil sənədləri verilir. Yəni təhsilin forması dedikdə sənəd nəzərdə tutulur. Formalın bitdikdən sonra sənəd təqdim olunur. Qeyri-formalda isə məsəl üçün kurs, dərnəklərdə, fərdi məşğələlərdə əldə olunan təhsildir. Burada isə yəni sonda heç bir sənəd təqdim olunmur. Diplom, attestat verilmir. Sonra informaldır. Informalda isə burada şəxs özü məşğul olur. Heç bir dərnəyə getmir. Orta məktəb, belə də ali məktəb bunları bitirmir də. Sadəcə özü məşğul Özü olur. hazırlaşır, düzdürmü? Özü hazırlaşır, müəyyən nələrəsə nail olur, düzdürmü? Doğrudur. Bu kursların verdiyi, nə bilim, sertifikatlar, diplomlar, bunlar dövlət tərəfindən nə olmur? Tanınmır. Verilir. Bəli, tanınmır, bəli, onda verilir. tanınmır. Sonra Doğru. mən təhsil alma formalarını da deyim, yoxsa? Gəlin onu digər müəllimlərimizin birindən soruşaq, yaxşı. Günəş Buyurun, müəllimədən müəllim, davam eləyək. Aha, sağ olun. Deməli, təhsilin formaları deyəndə əyani, Yox. qiyabi, Təhsilin formalıdır, yoxsa təhsil alma formaları demək istəyirsiniz? təhsil alma formaları əyanidir, qiyabidir, distant təhsildir, bir də sərbəst təhsildir. Yəni mən öz başa düşdüyüm kimi izah edəcəm də, yəni Əlbəttə, bəli, bizə əzbərçilik lazım deyil. əyani təhsil müəllimə deməli universitetlərdə, institutda, yəni əyani təhsil, gündüz təhsil deyirik, yəni alınan təhsildir. Qiyabi təhsildəki, yəni yenə həminki kimi universitetdə, institutda, yəni qiyabi ildə 2 dəfə olur, yəni 2 semestr olur. Bu qiyabi təhsildir. Distant təhsil onlayn olan, yəni onlayn şəkildə indi hal-hazırda bizim deməli dərsə qoşulduğumuz onlayn bu distant təhsildir. Sərbəst təhsildə deməli odur ki, müəllimə sərbəst təhsil məsəl üçün bir şagird belə başa düşmüşəm, bilmirəm nə Sərbəsitin dərəcədə digər adı doğrudur. nə idi? Eksternat. Eksternat təhsil. Sərbəst təhsil bir şagird əgər deməli savadlıdırsa, mən ibtidai təhsildən elə ki 2 sinif önə məsəl üçün 2-ci sinifdən 4-cü sinifə keçirsə, bu sərbəst təhsildir. Yəni sərbəst. Bilmirəm, düz dedim. İndi gəlin sizə belə bir sual verim. Baxın, birincisi bunu deyirəm ki, məsələn, bir insan tutaq ki, nə bilim, bir şagird ara verirsə. Belə deyək. Ara da verirsə, bu da sərbəst. Məsəl üçün, hər hansı bir ölkəyə, xarici ölkəyə gedirsə, yəni bir müddət ara veribsə, qayıdıb gəlib davam edirsə, bu da sərbəst təhsildir. Yəni sərbəst şəkildə, yəni sərbəst təhsilə aiddir də, yəni demək istəyirsiniz ki, müxtəlif səbəblərdən təhsildən kənarda qalıb bu insan. Bəli, kənarda qalıbsa, yəni sonra davam etdirirsə, bu da sərbəst təhsilə aiddir. İndi bir-iki situativ sual verəcəm. Yaxşı, davam edin, sonda verin. Sonra müəllimə. Digərləri, məsələn, evdə təhsil nə idi? Evdə təhsil deməli, yəni evdə təşkil olunan təhsil formu, yəni evdə təşkil olunub da. Yəni evdə təhsildə məsəl üçün hər hansı bir yəni xəstəlik halları baş verəndə, məsəl üçün imkan vermir də, yəni bu səbəbdən evdə məcburi təhsil. Bəli, evdə təhsil almağa, yəni evdə təhsil budur.
Mhm. Nə Sonra olur? bir də var Müəllimlər şagirdin istehsalat evinə gedir. Müəllim bəli, gedir evə. aha, bəli, müəllimə. Bir də var, deməli, stasionar təhsil. Burada deməli, sağlam, necə deyim onu? Sağlamlıq deməli, Məsələn, nə şagirdin problemi, sağlamlığında problemi yaranır və 21 gündən artıq əgər belə deyək də bu hə, ara poliklinikada, verirsə, xəstəxanada bəli, qalırsa, hansısa bir xəstəxana, yəni xəstəxanada deməli 21 gündən artıq qalırsa, o əraziyə yaxın olan məktəblərin müəllimləri, yəni gəlib deməli şagirdə necə dərs deyim, keçməlidir şagirdə orada. bəli, dərd keçə bilər. Yəni Bəli, yaxın məktəbin müəllimləri. Bunlar da hamısı təbii ki, indi öz başınalıqla olmur. Komissiya deyir, bəli, üzvləri rəy hamısı, verir, bəli, düzdürmü? bəli, Onun bəli, bəli. nəticəsində bəlli olur ki, aha, Sənədli, sübutlu şəkildə. doğrudur. Sonra fərdi təhsil. Fərdi fərdi təhsili bir dəqiqə mən də görüm onu necə. Deməli, fərdi şəkildə də deməli, əgər deməli, o necə var? Fərdi yaddan çıxıb. Dəstək alaq, dosta zəng eləyək. Həmən zəhmət olmazsa. Kim kömək eləyər bizə? Fərdi təhsil. Deyin görək nə idi? Deyin, deyin, deyin. Mən deyim özüm, məsəl üçün, Yadınıza düşdü. deməli, fərdi təhsili belə başa düşdüm ki, məsəl üçün, əgər şagirdin deməli hər hansı bir bacarığı var, məsəl üçün belə deyim də, əgər idman bacarığı varsa, yəni idman bacarığı, nə bilim, hər hansı bir idman sahəsi üzrə bacarığı varsa, o deməli, məsəl üçün idmanın üzərinə üstündə daha çox çalışması. Necə Aha, deyim? belə başa düşmüsünüz. Bəli, Yox. bəli. Onu görüm Gülşən müəllimə nə Həm əlavə edir. düzdür yoxsa yox? Bir də əlavələrimizi deyəcək, narahat olmayın. Gülşən müəllimə deyin görək. Əgər hər hansı bir şagirdin xüsusi istedadı varsa, bunu daha da irələtmək üçün müəllimlər ona fərdi şəkildə təhsil verir. Fərdi şəkildə, hə. Aha. Bax, əslində fərdi təhsildə bir məqam da var ha. Təkcə belə deyim, Deyə xüsusi bilərəm. deyin görüm. Əlavəniz varsa deyin. Bəli, müəllim. Elə bil ki, məsələn, ibtidai təhsili bitirdikdə, məsələn, kənarda qalanlar, elə ola bilər ki, məsələn, ibtidai təhsil səviyyəsini 4-cü, məsələn, ortanı 9, belə də, yəni bitirənlər səviyyəsini də müəllim elə bil ki, təhsildən kənarda qalanlar da o şəxslər cəlb olunur. O sərbəst təhsilə aid idi, məncə müəllimə dediyi. Mənim geri qalanlar da müəllim məsəl üçün 4-cü Həm də xüsusi istedadı ilə fərqlənən şagirdlər. gecikmiş şagirdləri fərdi təhsilə cəlb edirlər. Əgər 4-9-cu siniflər istisna olmaqla digər sinifləri vaxtında bitirməyibsə, geri qalıbsa, məsəl üçün uşaq Onu demək istəyirəm. 6 yaşında dərsə getməlidirsə, 7-8 yaşına kimi getməyibsə, 9 yaşına çatıb bu təhsilə cəlb olunmayıbsa, onu sizdən geri qalmışsa, götürürlər. Onu ali məktəbə götürmürlər. Deyirlər ki, bu gecikmiş şagirddir. Bu fərdi təhsil olmaq lazımdır. Bəli, Bu da bəli. Məktəbə gəlir, amma fərdi şəkildə olmaqla. məşğul olunur. Həmin uşaqla fərdi şəkildə məşğul olunur. Ay, sağ olun. Gecikmiş uşaqlar da belə deyim. Yaşına görə digər uşaqlardan gecikmiş uşaqları fərdi təhsilə cəlb edirlər. Yəni burada xüsusi istedadı olan uşaqları da fərqləndirirlər. şagirdlər isə başqa bir formada. Əgər fərqlənən istedadı varsa da, bu ondan da yararlana bilər. Amma əsas olaraq bizi bunu nəyə götürürük? Gecikmiş şagirdləri götürürük. Mən bu sahədə işləyirəm, ya bu təhsil şöbəsində işləyirəm. Burada ayrıca uşaqlar gətirirlər. Məsəl üçün 8 yaşı olub. Bunu biz qəbul edə bilmirik. Deyirik ki, bu Məktəb hə, bəli. Çünki 8 yaşında olan uşaqla 6 yaşında olan uşaq eyni sinifdə belə deyim, təhsil ala bilməz. Bu həm bilik sənətlərində bir də görürsüz uşaq xarici ölkəyə gedib məsəl üçün onu gətiriblər ki, burada təhsil alsın da. Onun yaş səviyyəsi çox böyükdür. Deyirlər ki, biz bunu 3-cü sinifə qoymaq istəyirik, amma uşağın yaşı məsələn deyəlim ki 11 yaşı var. Biz bunu götürə bilmirik. Deyirik ki, bu gecikib bunun yaşı. Əsas burada meyar gecikmiş yaş səviyyəsi götürülür. Yəni burada xəstəlikmi, digər istedad var, amma əsas olaraq gecikmiş yaş götürülür. İstedadla da bağlı indi deyəcəm. Demək, müəllimlər, fərdi təhsildə müəllimlərimizin gözdən qaçırtdığı hansı məqam var? Hərə birini yadda saxlayır, amma 3 məqam var fərdi təhsildə. Birincisi hansıdır? Deyirik ki, xüsusi istedadı ilə fərqlənənlər.
İndi deyəcəm bu mənası nə deməkdir. Sonra indi sizin dediyiniz uzun müddət təhsildən kənarda qalanlar. Bu ikinci məqam. Bir də deyirik ki, təlimə cəlb olunmayanlar. Bax, bunun üçü də fərdi təhsilə aiddir. Bəziləri bunun birini bilir, bəziləri ikisini bilir, amma üçü də. Baxın, indi Günay müəllim ətraflı həqiqətən də izah verdi, sağ olsun. Bax, bəs bu məqam müəllimlər çaşdırır ki, demək deyir ki, xüsusi istedadı ilə fərqlənənlər. Bu nə deməkdir? Tutaq ki, hər hansısa bir fənn üzrə, belə deyim, şagird həqiqətən də tutaq ki, riyaziyyat üzrə və ya Azərbaycan dili üzrə, indi bayaq müəllim dedi, tutaq ki, idman üzrə fərq eləmir. Hər hansısa bir fənn üzrə şagird görürsən ki, daha belə bilik bacarığa sahibdir də, düzdürmü? Artıq müəllim, bəli, məktəbdə olmaq şərti ilə fərdi olaraq əlavə məşğul olmalıdır. Məşğul olur. Bax, xüsusi istedadı ilə fərqlənən o cümlə onu əhatə eləyir. Yaxşı. Amma indi növbəti sualım var. Deyirəm ki, tutaq ki, şagird, bayaqları bu sualı vermək istəyirdim. Deməli, şagird nə edib? Məsələn, deyirəm, 9-cu sinifi bitirib, attestat ala bilməyib. İndi bir neçə ildən sonra bu hər hansı bir işə düzəlmək istəyir. Bundan da tələb olunur ki, sən attestatını gətirməlisən. Bu İndi sərbəst bu təhsil. şagird, aha, indi deyin görün, burada hansı təhsil alma Sərbəst. forması? Müəllimə Sərbəst. sərbəst təhsil. Bu eksternat. gəlib təzədən yenidən imtahan verir. Bu Bəli. sərbəstdir də, yəni sərbəst təhsildir. Ay, sağ olun, bəli. Tutaq ki, 11-i Müəllimə, bitirdiniz. Bəli. müəllimə, bəs sərbəst təhsildə də müxtəlif səbəblərdən kənarda qalma var. Dediniz ki, fərdi təhsildə də kənarda qalma var. Bəs Tam ikisini bu qarışdırdım. fərqləndirmək üçün necə, yəni fərqləndirmək olar? İkisində də yəni kənarda Fərqləndirmə qalma. deyəndə biz mahiyyətini izah elədik Gülər müəllimə. Məsələn, testi də düşəndə deyəcək ki, sizə müxtəlif səbəblərdən ona görə mən onların ikisini də dedim. Məsələn, hansı səbəblərdə ibtidailəri biz açıqladıq. İndi Günay müəllim ətraflı izah verdi. Məsələn, sərbəstdə nədir? Müxtəlif səbəblərdən təhsildən kənarda qalıb, ondan sonra hər hansı bir belə deyim də səviyyəsini, təhsil pilləsinin hər hansı bir səviyyəsini tez bitirməsi. Nə deməkdir? Tutaq ki, belə deyim, 9-cu sinifi bitirib bu şagird indi belə deyək də hansı versiyanı irəli sürüm ki, müxtəlif səbəbdən. Lap indi elə olur da, bir də görsən ki, imkansızdan heç elə şagird olur ki, məktəb geyimi alıb məktəbə gəlməyə belə imkan olmur. Gedir 9-cu sinifdə oğlanlar başlayır işləməyə. Müxtəlif səbəblər ola bilər də. Bu şagird təhsildən kənarda qalıb. O qədər səbəbi olur ki, heç attestatını da ala bilmir. Elə deyil. Onlar da bir aydınlıq gətirin müəllimə. Deyin. Onlar aydınlıq gətirin. Deyin, Müəllimə, deyin. sərbəst eksterantda məsəl üçün 9-u bitirib 10-11-i yəni oxuya bilmir də. Ona Bilmir. imkan yaradır ki, o evdə özü məşğul olur. Ona amma fərdidə məktəb müəllimi Məktəb. tutur. Bəli, Bəli. amma bu sərbəst eksterantda bu gedir özü üçün gəzir, nə bilim işləyir, nəsə Bəli. eləyir. Sonradan gəlir gəlir imtahan verir. Bəli, sonra gəlir imtahan eləyir. Yəni buna heç bir təhsil Məktəbin vermir. bəli, Amma aidiyyəti fərdi yoxdur. Bəli, Doğru. əgər fərdi təhsilə görə gəlib müraciət edibsə, bunu artıq məktəb onu fərdi təhsilinə təmin etməlidir. Bəli. Amma sərbəst eksterantda belə deyim də dərs təmin olunmur. Bəli, O istədiyi tamamilə vaxt doğrudur. gedib imtahan verir. Yəni müəyyən il ərzində müəyyən gün, ay təqdim olunur ki, bu vaxt Bəli, eksternat bəli, bəli. təhsil vaxtıdır. Kim istəyirsə, nə bilim hardasa işləyən bir şəxs durur gəlir deyir ki, mən gedirəm attestat istəyirəm də, attestat lazımdır mənə. Ay, O da sağ ol. şərait alınır ki, bir ay ərzində gəl imtahanı ver, sonra sənə verək də sənə belə Bəli. deyək. İndi bir Sənət ki, verək. tamamilə doğrudur. Baxın müəllimlər, bu yaxınlarda elan paylaşdılar. Deməli, eksternat təhsil haqqındakı, yəni ildə bir dəfə olur bu. İldə bir dəfə keçirilir. Həmin o imtahan verən şəxslərdə eksternlər deyilir. Eksternlər, imtahan verənlərə. Onu məncə bunu YouTube izahında da demişəm. İndi bilmirəm kim o hissəsini qaçırdıb yoxsa yox. İndi Gülər müəllimə deyir. Bunların müəllimlər indi Günay müəllimə də ətraflı izah verdi sağ olsun. Baxın, eksternlərin, yəni bu eksternat şəkildə imtahan verənlərin indi buna çox vaxtımız gedir. İndi digər hissələrimiz qalıb, indi keçəcəm. Eksternat şəkildə imtahan verənlər, yəni bunun məktəbdən artıq heç bir aidiyyəti olmur. Deyirəm də 9-cu sinifdən gedib bu insan işləyib, sonradan gedir bir işə qəbul olmaq istəyir. İstəyir ki, sənəd tələb olunur bundan, attestat tələb olunur. Gedib bunu məktəbə təzədən verir. Məktəbdə deyəcək ki, vaxtında oxuyardın, alardın. Düz deyil. Bu şagird artıq özü hazırlaşacaq. Nə edəcək? Gedib ekstern, həmin o halda belə deyim də imtahana qoşulacaq. O günlərdə də keçən də baxdım elanlarda neçəsi 20 neçə yaşındaydı. Deyirdi ki, hələ mən indi alıram attestatımı, sevinirdilər. Bir ikisi paylaşım eləmişdi. Bu yaxınlarda da səhv eləmirəmsə oldu onların imtahanı. İldə bir dəfə keçirilir. Bu belə. Qaldı ki, digər fərdi isə qalanda müəllimlər bu məktəbdə təşkil olunur. Bəli, mən bunu YouTube izahında da demişəm bu ayrıntını ki, fərdi təhsil artıq bu dövlət özü hesabını eləyir. Dövlət öz hesabına götürür bu uşaqları. Yaxşı. Belə. Bu hissələr haqqında
Bəli, deyin. Fərdi təhsildə indi bilmirəm, mən belə başa düşmüşdüm. Fərdi təhsildə elə bir ki, təhsildən kənarlaşıb, ara verib də, yəni yaşıdlarından geri qalıb. Gəlib bir də Bəli. yaşıdları ilə davam yəni etməyi mümkün deyil də. Yəni yaşıdlarına mümkün deyil. Ona görə Bəli. davam eləyir, amma fərdi şəkildə. Bəli, bəs bayaqları biz fərdi təhsildə 3 dənə məqam dedim. Uzun müddət təhsildən kənarda qalanlar, xüsusi istedadı ilə, nə edənlər, fərqlənənlər, bir də təlimə cəlb olunmayanlar. Bunlar üçü də fərdi təhsildə aiddir, amma Bəli. bəzi müəllimlər onu Müəllimə, bax bizim məktəbdə var fərdi təhsil. Uşağın biri obadan gəlir, uzaqdır da. O uşaq gəlir, məsələn, uşaqlar 8-də oxuyur. Əslində o 10-da oxumalıdır. Uşaqlar 8-də oxuyur. O onlarla oxuyur, amma onların sinifinə girmir. Fərdi otaq ayrılıb, orada müəllimlər ona dərs keçir. Cədvəl də ayrıdır, onun jurnalı da ayrıdır. Yəni hər bir şey Bəli, bəli. ayrıdır fərdi təhsildə. Məsələn, onun vaxtı da var. Yəni zənglə Doğru. gəlir, gəlir. Yəni o fərdi Doğru. təhsil bizdə var bəli. Bəli. Bu təhsil alma formaları haqqında bu qədər bəs eləyir. Əlbəttə ki, mən bayaq dedim müəllimlər, fərdi təhsili dövlət öz hesabına təmin edir. Orada heç bir ödənişdən söhbət gedə bilməz. Dövlət öz hesabına təmin Mənim edir. onlar özdə yəni saat hesab olunur da. Onun Bəli. saatı ayrıca bir sinif elə bil. Ayrıca bir sinifdir. Bəli, bəli, Yəni doğrudur. uşaq sinif sayılır. Bəli. Demək, belə müəllimlər, təhsilin formaları, təhsil alma formaları haqqında bu qədər tez keçirik. Pillələr və səviyyələr. Bir açsın səsi. Mən danışım. Danışın. bilərəm mən. Yaxşı, dönərəm Şəlalə müəllimə, yaxşı. Danışın Gülər müəllimə. Pillə və səviyyə. Ümumiyyətlə, burada məktəbə qədər pillədir, onun səviyyəsi yoxdur. 0-5 yaş qrupunu əhatə eləyir. Sonra ümumi təhsil özünün səviyyələr var ki, bura əsasən məktəbə hazırlıq 5 yaş qrupunu əhatə eləyir. Sonra ibtidai təhsil 1-4-cü sinifi, ümumi orta 9-cu 5-9-cu sinif, tam orta təhsil isə 10-11-ci sinifləri əhatə eləyir. Sonra isə peşə təhsili var. Peşə təhsilinin səviyyələri vardır ki, ilk peşə, texniki peşə, yüksək peşə. Sonra isə sonra kolleclərin də var idi. Onun səviyyəsi yox idi. Sonra ali təhsil var idi. Ali təhsildə səviyyə var idi. Bakalavriat, doktorantura, magistratura, doktorantura. Doğrudur. Bunlar səviyyələr. Deməli, təhsil pillələri neçədən oldu? Demək, 5 pillə. Məktəbə qədər Məktəbə ümumi qədər, yəni təhsil. bilirik də nə nəzərdə tutulur, düzdürmü? Məktəbə qədər nə idi? Bağça. Bağça idi da. Məktəbə qədər Bağça. bağçadır. Amma məktəbə hazırlıq özü nəyin Məktəbə daxilindədir? daxildir. Ümumi təhsilə daxildir. Ümumi təhsil. Əslində belə 5 deyək. yaş qrupunu əhatə edir. Məktəbə hazırlıq bəli, ümumi təhsilin daxilindədir. Səviyyə kimdir? Amma heç o əslində bir yüngül mərhələdir. Yüngül bir mərhələdir. Belə deyək də, bilirsiniz, ibtidaidən əvvəl o 5 yaşlar ki gedir məktəbə hazırlıq deyirik, düzdürmü? İndi ümumi təhsilin təbii ki daxilində bir səviyyə kimidir, amma yəni o bir yüngül bir mərhələdir əslində. Doğrudur. Orada da məncə çətin bir şey yoxdur. Sizə belə bir sual verim. Hansı sualı verək gəlin. Deyirəm ki, hansı? Deməli, dövlət nədir? Dövlət, gəlin belə bir sual verirəm sizə. Dövlət. Maksimum təhsil standartları müəyyən edir. Minimum idi. Minimum təhsil standartları. Yaxşı. Bəs birdən sizə deyirəm ki, dövlət pulsuz orta ixtisas təhsili hüququnu, yəni təmin eləyir. 9 illik ümumi orta təhsili icbari olaraq təmin edir. Mənim bu fikrim doğrudur, yoxsa yanlışdır? Salam, sonra mənim. Belə əslində yanlış deyiləm, yəni sualı bir də təkrar tələsmirsiniz, dayanın, tələsməyin. Deyirəm ki, dövlət pulsuz orta ixtisas təhsilini, yəni təhsil alma hüququnu verir. Doğru fikirdir, yoxsa yanlış? Bəli. Deyirsiniz, doğrudur. Yazın aşağıdan, heç kim səs açmasın. Aşağıdan yazın, doğru yoxsa yanlış? Mən belə başa düşdüm ki, öz fikrimi deyim. Hələ deməyin. Qoy cavabları yazsınlar, sonra deyəcək. Sualı bir də təkrar edirəm. Dövlət pulsuz orta ixtisas təhsili ilə, yəni təmin eləyir də bu şagirdləri.
Qoy hamı yazsın, ondan sonra deyəcək. Hamı öz fikrini Amma yazsın. onlar öz fikrimi də deyərəm də icazə verirsiniz nəyə görə Deyəcəksiniz. dedim. Narahat olmayın. Gülər müəllimə narahatdır. Sizdən izah alacağım. Narahat olmayın. Narahat olmayın. Qoy yazsınlar ona. Çünki siz indi izah verirsiniz, onlar fikrini dəyişəcək axı. Hə, yaxşı. Görək nə yazırsınız. Yazın, yazın. Doğru fikirdir, yoxsa yanlış? 3 dəfə təkrar eləmişəm. Yaxşı. Gülər müəllimə izah verin. Siz dediniz doğrudur, yoxsa yanlış? Doğru dedim. Nəyə görə dedim müəllimə? Çünki bildiyim qədər ali təhsildə, orta ixtisas təhsilində bir dəfə təhsil, yəni pulsuz şəkildə yəni ödənişsiz belə təhsil Hər kəs bir almağa dəfə icazə təhsil var. ala bilər. Bəli, dövlət Yəni o baxımından mən doğru dedim. Bilmirəm indi. Yanlışdır, Mənim doğrudur. sualım belə idi. Dövlət pulsuz şəkildə, yəni pulsuz şəkildə icbari qaydada orta ixtisas təhsili ilə yəni təmin edir. Deyim müəllimə, mən. Deyin Sevinç müəllimə. Bari, yəni məcburi deyil axı orta ixtisas təhsili. Onlar kollec. Aha, mənim sualımda nə gizli idi? Ay, Mən sağ ol. yazmışdım. O Yüksək orta icbari təhsil. orta ixtisas deyirsinizsə kolleclərdir, texnikumlardır. Bəli, Amma bunlar icbari deyil axı. bəli, amma ümumi təhsil, yəni orta təhsildə o isə icbaridir, məcburidir. 9 illik dövlət tərəfindən pulsuzdur, məcburidir. Bəli, müəllimlər, suala diqqətlə, Gülər müəllimə diqqətli olun. Sualda dedim ki, yəni dövlət icbari şəkildə, baxın, icbari şəkildə əgər desəydi ki, ümumi təhsil, bu onda doğru olardı. Düzdürmü? Ümumi orta təhsili desəydi, nə olacaqdı? Bu doğru olacaqdı. Ümumi ortanı daha doğrusu. Amma mənim sualımda belə idi ki, dedim ki, dövlət pulsuz şəkildə, yəni icbari qaydada orta ixtisas təhsili ilə, yəni təmin eləyirdi bu şagirdləri. Orta ixtisas təhsili nədir? Kolleclər. Və orada da cümlədə də deyirəm ki, icbari. Buna vaxtdan doğru ola bilər. Dövlət nə edir ki, kim getdi, kolleci oxudu, oxumadı. Hə? Sualda diqqətli olmaq lazım. Müəllimə, onda bəs mən dediyim fikir nə vaxt doğru olur? Bəs Siz mən dediyim fikrinizi bir də təkrarlayın. dedim ki, ali təhsildə, orta ixtisas təhsilində, yəni bir dəfə Bir də, o pulsuz heç, o şəkildə var da. təhsil. Əlbəttə ki, bir də. Mənim cümləmdə amma icbari Amma o sözü buna var. aid deyil də, hə müəllimə? Bəli, Sizin yəni dediyim icbari bəli, aid deyil. orada mən icbari deyirəm, məcbur deyirəm, amma dövlət hesabına hər kəs bir dəfə ödənişsiz təhsil ala bilər. Məsələn, ta ki mən bir dəfə universitet bitirmişəm, dövlət hesabına bitirmişəm, pedaqoji universitet. Amma ikinci dəfə təhsil almaq fikrim olsa, artıq nə etməliyəm? Mən bir dəfə o hüququmdan, belə deyim də, artıq ondan yararlanmışam. Hə? İkinci dəfə artıq mən dövlət hesabına pulsuz təhsil ala bilməm. Ta ki mən ikinci universitet oxumaq istəyirəm. Başqa fənn müəllimliyi üzrə, misal üçün. Belə. Çox sağ Ya, olun müəllimə. siz də sağ olun. Ruhani müəllimə. Bəli, Bəs bəli. məsələn kimsə elə bil ki, kollec qurtarıb ödənişsiz halda ikinci dəfə universitet oxuyursa, o bəs necə olur? Ödənişsiz Kollec təhsil bitirənlər alanda. onsuz da o balı ilə universitetə müraciət edə bilər də. Bir neçə il əvvəl bu qayda çıxarıldı. O balı ilə müraciət edib, yəni pulsuz oxuya bilirlər. Yenidən imtahan versələr də yenə pulsuz oxuya bilərlər də. Çünki universiteti əgər universitet bitirmiblər axı, kolleci bir dəfə pulsuz oxuyub, universitetdə bir dəfə pulsuz oxumaq şansları olur. Baxın, bir müəllimə var idi, kollec bitirmişdi. O elə imtahan balınla kollec oxuyanlar onsuz o balla müraciət eləyir. O balla müraciət elədi. İndi universitetdə pulsuz oxuyur. Pulsuz oxuyur. Müəllimə, Amma bilirsiniz bəli, necədir? Əgər aha, balı yüksək olsa, yüksək olmalı təbii amma ki. ki 200 balı mən belə bilirəm. 200 balı dövlət elə bir bağışlayır. O texnikum qurtardığına görə də. Aha, Amma yüksək balı olsa pulsuz da oxuyur. Yox, əgər aşağı bal olsa aşağı o olsa pullu. pullu da oxuyur. Amma Yo, indi onu mən bilirəm, bilmirəm. müəllimə. O heç. Sadəcə mənə birisine maraqlıdır. Məsələn, getdi təzədən imtahan verdi. İmtahan verdi, bal topladı. O bala uyğun, məsələn, düşə bildi də pulsuza. Oxuya Bəli. bilər də, Əgər o yəni bu insan imtahanda çox olur. güman ki, bir dəfə pulsuz oxuyubsa, ikinci dəfə olmayacaq da bu Xərcül müəllimə.
Əgər bir dəfə pulsuz oxuyubsa, bu ikinci dəfə necə dövlət buna o şərait? Axı deyirik Fərq eləmir. bir Mən dəfə. məsələn deyirəm bəlkə bir kollec oxuyur, bir universitet. Demək fərq Bu onu eləmir dəqiq də. bilmirəm. Bu onu dəqiq deyə bilmərəm, yalan deyərəm. Ki, yəni o Sağ ol. kollec oxuyana, çünki o qaydada belədir ki, bir dəfə pulsuz təhsil alım. İndi o bir dəfəni sən əgər gedib kollec üzrə dəyərləndirmisənsə, onu dövlət nə etsin? Və ya ki, filan kəs gedib universitet üzrə dəyərləndirib, ona dövlət nə etsin? Elə deyil. İndi deyəcək Yo, ki, müəllimə dəqiq deyirəm onu. Hı Mənim -hı. çünki qohumum elə oxudu. Əvvəl texnikuma girdi, sonra da yüksək balla universitetə qəbul oldu və pulsuz oxudu. Getdim uşağı Əvvəlkən bilirəm. də pulsuz oxumuşdu texnikumu. Yəqin ki, onu da bilmirəm. Elə əsas söhbət orada. Eləmi? Müəllimə. Unutmuşam. Amma indi yeni Müəllimə qayda çıxıb və subbakalavr yazılanları alırlar. Da subbakalavr sözü yoxdursa heç ki kollec bitirənin diplomunda onlar qəbul olunmur. Aha, Nəvay müəllimə deyir, bacım hər ikisini pulsuz oxuyub. Bir müəllimə də var, dediyim kimi, o kolleci pulsuz oxumuşdu. Demək, Müəllimə, universitetdə, mən bəli. özüm bakalavr oxuyanda pulsuz idi. Hı -hı. Magistra qəbul olanda balım ödənişliyə çatdı da, ödənişsizə çatmadı. Çatsaydı oxuyardım. Ay, sən Yəni çatsan, icazə var məncə idi. də yəqin ki, mümkün olar. Olar. Demək, belə, indi əsas mövzumuz bu deyil, dərhal keçirik, vaxtımız gedir. Gedək, davam edək mövzumuzun ardına. Belə deyim ki, bir sual hardan gəlsin? Hüquq vəzifələrdən. Sizə sualları hansı formada təqdim eləyəcəm? Ha, çünki indi bilirsiniz, müəllimlər o qədər qayda çıxarılır. Görürsünüz, kollec balından nə bilim universitetə imtahan verir. Mən o kollec o sahədə maraqlanmamışam da çox. Elə bir dəfə dövlət hesabını oxumuşam. Universiteti pulsuz, sonra o sahənin xırdalığına qədər maraqlanmamışam. Amma istəyən gedib maraqlana bilər ətraflı. Demək, indi nə edirik? Suallar verəcəm sizə. Yazacaqsınız aşağıdan. Məsələn, demək, kimin hüququ, vəzifəsi onu yazacaqsınız. Yaxşı. Başlayaq. Aşağıdan yazırsınız. Məsələn, tutaq ki, müəllimin düşünürsənsə, yaz müəllim, mü yaz, nə bilim, mı yaz, v qoy. Yəni, müəllimin vəzifəsi. Və ya ki, şagirdin hüququ düşünürsənsə, şagird yaz, h yaz yanında. Və ya ki, valideyn düşünürsənsə, valideynin h yaz vəzifəsi bu şəkildə gedək. Deməli, ilk sualım belədir. Demək. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, ya da gəlin belə eləyək. Mən sizə necə deyəcəm? Şagirdin, məsələn, tutaq ki, hüquqi vəzifəsi, müəllimin, belə deyəcəm, bir dəqiqə gözləyirsiniz. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Şagirdin hüququdur, yoxsa vəzifəsidir? Belə deyəcəm sualım. Bir də təkrar eləyirəm. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Şagirdin hüququdur, yoxsa vəzifəsi? Bir-birinə baxıb cavab yazanın. İnterneti getsin, gəlməsin. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək şagirdin hüququdur, bəli. Hüquq yazanlara alqış, afərin. İndi bir sual da verim, sonra bunları qarşılaşdıracağıq. Növbəti sual. Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək. Bəs bu müəllimin hüququdur, yoxsa vəzifəsi? Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək. Bu nə olacaq? Müəllimin hüququ, yoxsa vəzifəsi? Müəssisəsinin nizamnaməsinə uyğun olaraq hüquq yazanlar çoxdur, amma bir-iki müəllim vəzifə yazıb. Bir açsın səsi desin, görüm o hüquq idi, yoxsa vəzifə idi? Müəllim, mən qarşılaşdırım o sözləri. Deyin Güləm müəllimə, qarşılaşdırın görək. Müəllimə, əgər təkliflər irəli sürürsə, yəni iştirak eləyib, təklif irəli sürürsə, bu müəllimin hüququdur. Yox, əgər fəal şəkildə iştirak eləyib, orada sərbəst şəkildə öz fikrini ifadə edə bilirsə, bu şagirdin hüququdur. Yəni mən belə anlayıram. Demək, bayaqlar 2 sual verdik, doğrudur. 2 sual arda-arda verdim ki, ondan sonra bunları biraz qarşılaşdırıb yadda saxlayaq.
Sualımız birincisi belə idi. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək. Öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Yəni, bu şagirdin hüququdur. O birinci sualımız idi. Bəli, sual gələndə ki, baxın, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək. Fəal sözün görəcək, fəal iştirak edir. Öz fikir və mülahizələrini sərbəst ifadə. Yəni, sərbəstdir də bu məcburi deyil ki, elə hökmən şagird gəlib burada fəal iştirak eləsin, öz fikrini desin. Bu onun vəzifəsi ola bilməz. Hə? Yəni vəzifə odur ki, biz bunu mütləq icra eləməliyik. Amma hüquq odur ki, eləyə də bilərsən, etməyə də bilərsən. O, bəli, şagirdin hüququdur. İndi ikinci sualımız nə idi? Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək. Bu da nədir? Müəllimin nəyi olacaq? İndi Gülər müəllimə dedi. Bu da müəllimin nədə? Hüquqlarında verir. Amma indi birazdan vəzifəsinə aid də deyəcəm müəllimlər. Yaxşı. Bax, təşkilində idarə olunmasında iki sual gələ bilər. Biri dedik ki, yəni iki sual, bu iki sual nəzərdə tuturam da, idarə olunmasında, nə bilim, fəal iştirak etmək sözü varsa, bu şagirdə aiddir. İdarə olunma, təşkilində idarə olunmasında fəal iştirak etməkdir. Amma o birisinə deyirik ki, nizamnaməyə uyğun olaraq, nizamnamə kimə aid olur ən çox? Müəllimə aid olur da. Nizamnaməyə uyğun olaraq artıq təşkil və idarəsində nə bilim aktiv olmaq deyəcək, indi iştirak etməkdə, yəni təklif irəli sürmək, bu artıq müəllimindir. Hə? Yeni dərsdən gəldim, qayda atarsa göndərəcəm kaydı, narahat olmayın. Bax, bu söz çaşdırıran müəllimləri. Təşkilində və idarə olunmasında fəal iştirakdan söhbət gedirsə, bu şagirdin hüququndur. Amma təşkilin deyəcək nizamnaməyə uyğun olaraq təşkilində idarə olunmasında iştirak edib fikir rəsm, nizamnamənin yanında bu iştirak idarə sözü varsa, bu artıq müəllimin hüququdur. Bax, ona görə bunları qarşılaşdırmışam. Davam. Qaranlıq qalma da. Yəni o sözlər çaşdırda təşkilində və idarəsində. Onun yanında fəal iştirak et. Çünki o elə bir şeydir ki, hüquq vəzifə kitabda nəticə ilə salınır. Onun qeyri-adi bir yönü yoxdur. Yaxşı, onun yanında fəal iştirak sözü varsa bu şagirdin hüququdur. Amma yox, nizamnaməyə uyğun, məsələn deyirəm, iştirak et, fəal iştirak et, idarə et, nə bilim öz fikirlərini, bu artıq müəllimin hüququdur. Nizamnamə müəllim. Növbəti sual. Dövlət təhsil standartlarına uyğun yeni iki sualı qarşılaşdıracağıq. Səsiniz qulağımda qalıb, qayıtdan, nə gözəl. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək. Şagirdin hüququ yoxsa vəzifəsi? Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək. Demək, şagirdin vəzifəsi yazanlar çoxdur. Bir şagirdin hüququ da gördüm. Yaxşı. Doğru cavab şagirdin vəzifəsidir. Amma ikinci sualda gəlin qarşılaşdıraq ondan sonra yaxşı izahım verəcəyik. Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq şagirdin hüququdur, yoxsa vəzifəsidir? Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Aha, doğrudur. Bu şagirdin hüququdur. Gəlin indi bu iki sualı qarşılaşdıraq. Əgər biz testdə görsək ki, deyir dövlət təhsil standartlarına uyğun, bilik, bacarıq və vərdiş. Bax, cümlənin əvvəli dövlət təhsil standartlarına uyğun gələcək birinci sualda. Ardı gələcək ki, bilik, bacarıq, vərdiş. Əlbəttə ki, bizdən nə tələb olunur? Bu şagirdlər bilik, bacarıq, vərdişə yiyələnməlidir. Dövlət təhsil standartlarına uyğun. Bu təbii ki, şagirdin vəzifəsi olacaq. Amma ikinci sualın başlığı da eyni gələcək. Dövlət təhsil standartlarına uyğun yenə də deyəcək keyfiyyətli təhsil almaq. Hə, bu artıq şagirdin hüququdur. Onsuz da dövlət bacardığını eləyir, müəyyən o şəraitləri yaradır. Amma indi hansı nə dərəcə o təhsili alır, almır, ona görə bu gedəcək hüquqa. Baxın, cümlənin əvvəli eyni gələcək. Onu vurğulamaq istəyirəm sizə. Dövlət təhsil standartlarına uyğun. Əgər görsək bilik, bacarıq, vərdiş. Bunu biz hüquq kimi götürə bilmərik. Bu vəzifədir. Bax, yaddaşa vururuq. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq, vərdişə yiyələnmək
Bu nədir? Şagirdin vəzifəsidir. Amma dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq bu hüququdur. İndi hansı nə dərsə alır, almır, indi o qalır hər kəsin öz payına. Müəllimə, bir söz də deyə bilərəm qısa. Deyil. Müəllimə, biri elə bir borcudur, biri də haqqıdır da. Biri Mhm. haqqıdır, biri də borcudur etmək. Vəzifə Hüququ yəni haqq, bəli, yəni, vəzifə hüququ olmur. haqqıdır. O onun tələb edə bilər. Yəni biz Aha, şagirdə borcumuzdur gedək keyfiyyətli təhsil keçmək. Amma bəli, bizim də ona verdiyimiz o təhsili, məsələn, öyrətdiklərimizi onun borcudur ki, bizə müəyyən, qaytarsın da. bəli, yəni müəyyən o bilik bacarığa yiyələnsin. Heç olmasa ən azı minimal o bilik bacarığa nə etsin? Yiyələnsin. Hı? Yaxşı, doğru. Növbəti sual hardan gəlir? Deyirəm ki, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək. Bax, burada kimdən söhbət gedir? Heç vəzifə hüquq yazmayın. Müəllim, valideyn yoxsa şagird. Bax, elə bu cümlədən nə tuta bilərsiniz? Tez-tez sizə 4 dənə variant verir. Orada görürsünüz ki, aysa müəllim, bəli. Orada görəcəksiniz ki, valideynin hüquq vəzifəsi. Neyinirəm axı hüquq vəzifəsinə baxıram. Elə burada valideyn görsəm variantda, şagird görsəm bu solda üstünə xətt çəkməliyəm. Niyə? Səbəb odur ki, deyir, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmiş və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını. Bu əmək funksiyaları kimə aid ola bilər? Hə, müəllimlər, işə qəbul olanda əmək müqaviləsi bağlayırsınız. Təbii ki, avtomatik variantları ələyəcəm. Variantdan işləməyə bacarın. Variantları ələyəcəm, müəllimə aid olanları salacağım. Ya müəllimin hüququdur, ya da vəzifəsidir. İki variant arasında qalacam. İndi siz də deyin görüm, əmək funksiyasını bir müəllim olaraq biz yerinə yetirməyə bilərikmi? Hə, yerinə yetirməyə bilərikmi? Xeyr, ay sağ olun. Deməli bunu nə götürəcəm? Bu bir düzdür, hüquq vəzifələr müəllimlərə biraz çox gəlir, amma biraz dərinliyinə gedib analiz eləyəndə tapmaq olur testlərdə. Məcbur, bəli. Deməli bu getdi müəllimin vəzifəsinə. İndi ikinci sual gəlir. Məcbur, bəli, doğrudur. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, ikinci sualımız. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək. Bu şagirdin bəs necə? Hüququdur, vəzifəsidir. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə. Bəli, bu da şagirdin vəzifəsi. Baxın, indi iki sualı gəlin uyğunlaşdıraq. Deyir, bayaqçı sualımız bedir, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına. Bunda da var. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə daxili intizam qaydalarına. O birisində daxili intizam qaydaları, üstəgəl nə var idi? Əmək müqaviləsi, əmək funksiyalarını yerinə yetirmək var idi. Daxili intizam qaydalarına nə olsun? Şagird də əməl etməlidir, müəllim də əməl etməlidir. Daxili intizam qaydalarına. Düzdürmü? Apar. Demək belə, qapını da bağla qızım. Daxili intizam qaydalarına müəllim də əməl eləməlidir. Təbii ki, şagirdə təkcə şagirdə aiddir ki, bəyəm, xeyr. Amma onun yanında görsəniz ki, əmək müqaviləsi, əmək funksiyasını yerinə yetirmək bu müəllimdir, özü vəzifəsidir. Amma daxili intizam qaydalarına yanaşı, bax dedik, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, bir də daxili intizam qaydalarına əməl etmək. Bu artıq şagirdin nə idi? Vəzifəsidir. Daxili intizam qaydalarının yanında, yəni əmək müqaviləsi funksiya söhbəti yoxdur. Bu nədir? Şagirdin vəzifəsidir. Aydın olurmu bunların ikisi belə ikili qarşılaşdıranda? Yazın görüm, hələ bəlkə başa düşmürsünüz heç. Bəli. Qarşılaşdıranda biraz yaxşı yadda qalır. Yəni orada belə deyim də əmək müqaviləsini görəndə mən ehtiyatlı olacağam. Və hətta ki təkcə daxili intizam qaydalarının artıq onun yanında əmək funksiyası yox, nizamnamənin tələbidir. Bu da ki nədir? Şagirdə aid. Bəli. Aha. Bəli, müəllim, əladır. Nə gözəl, lap yaxşı. Davam eləyək. Növbəti sualımız. İndi 3 məqamı, belə deyim də, 3 bölümü belə deyək, qarşılaşdıracağıq. 1. Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək. İndi bunu da demirəm heç. Burada sadəcə mənə yazın. Burada şagird, müəllim yoxsa valideyn kimlə söhbət gedir? Bax, açar sözə baxın. Öz məktəb yoldaşları ilə. Öz məktəb yoldaşları ilə. Gözümə də nəsə oldu. Demək belə, açqı taxmayan kimi gözüm artıq ağrıyır.
Aha, demək bu hansıdır? Şagird aid. Ay sağ. İndi vəzifəsi yoxsa bəziləri yazdı artıq. Deyin görüm vəzifə yoxsa hüquq. Öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək. Bəli. Bu şagirdin vəzifəsidir. İndi ikinci bir məqam. Axırda qarşılaşdıracağıq. Məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq. Bax, bu söhbət kimə aiddir? Çardan oxumuram. Kimə aiddir? Ha, o biri variantları ələyəcəm, belə deyim. Üstündən xətt çəkəcəm, təkcə buna aid olanı saxlayacağım. Kimə aid olanı? Ay, sağ ol, müəllim aid. İndi oxuyuram ardım. Çünki niyə deyir həmkarları ilə? Deyir ki, müəllim həmkarım. Elə buradan tutun onu. Məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək. Təhsil alanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr, belə deyim də, aparmaq. Bu, təbii ki, nədir? Müəllimin vəzifəsidir, doğrudur. Üçüncü sual gəlir. İndi yenə də bax bu kollektiv rəhbərlik, öz məktəb yoldaşı bunları bir yerə yığmışam ki, yəni sizə rahat olsun da bunları fərqləndirmək. Onun ayrıca YouTube izahını da göndərmişəm sizə. Öz dərsinizin izahından əlavə onu da YouTube izahını göndərmişəm. Əlavə olaraq yazılı qeyd şəklində də göndərmişəm. İndi kimsə baxmayıbsa, o mənim günahım deyil. Üçüncü bir məqam. Məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq. Buna da geniş izah vermişəm məncə YouTube-da. Gözüm yaman göynədi, belə ağrıdı. Bəlkə bunun işığını çox eləmişəm notebookun, hə? Bayaq çox az idi, biraz artırdım. Ay, sağ olun. Hə, narahat olmayın. Sadəcə o günə dərsdə gözüm başlamışdı. İndi beləyikdə biraz düzələn kimi maskeni çıxarıb qoyuruq qırağa. Ağrıyan kimi tezkən taxırıq biz beləyik, hə? Demək, nə doğrudur. İndi gəlin sual təkrar oxuyuruq. Deyirik ki, məktəb kollektivi ilə əməkdaşlıq etmək. Ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, bir də işgüzar nüfuzunu qorumaq. Müəllimlər, demişdim, bunu YouTube-da da geniş izahını vermişəm. Məktəb kollektivi ilə əməkdaşlıq etmək, burada biraz məktəb kollektivi biraz sizi çaşdıra bilər. Sonra ardını oxuyuruq. Ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına valideynlər riayət eləməlidir. İndi axırına da gəlirəm. İşgüzar nüfuzunu qorumaq. Bax, bu olacaq üçün bir yerdə görsəniz. Məktəb kollektivi ilə əməkdaşlıq eləməlidir, müəssisənin daxili intizam qaydalarına riayət eləməlidir. Bir də öz işgüzar nüfuzunu qorumalıdır. Bu nə deməkdir? Üçün bir yerdə görsəniz bu valideynin vəzifəsidir. Niyə valideynin vəzifəsidir? Baxın, işgüzar nüfuzunu qorumaq. Bəzi valideynlər var ki, onlar da başqa iş sahibidir. Gəlir məktəbə uşağının təhsili ilə, nə də təlimi ilə maraqlanır. Düzdür? Üçü birində bəli. Baxın, elə valideyn var ki, ta ki həkimdir, nə bilim, və ya ki vəkildir, hər hansı bir sahədə işləyir. Uşağınla bağlı məktəbdə müəyyən bir problem yaranır. Bax, bunu belə yaddaşa vurun. Elə valideyn var, həqiqətən də bu reallıqdır. Gəlir məktəbdə bir üsyan qaldırır, indi özünüz də məktəbdə işləyirsiniz. Yəni, biabırçı bir vəziyyət alır. Amma eləməl valideyn var ki, gəlir, hər şey normal şəkildə qaydası ilə belə deyim də, yəni artıq o hərəkətlər, sözlər olmadan. Niyə? Çünki o özü də öz işgüzar nüfuzunu qoruyub saxlamağı bacaran insandır ona görə. Bəzən olur da görürsünüz, deyirlər ki, filan valideyn getdi məktəbdə belə üsyan qaldırdı, hətta xəbərlər verir. Bir də görsən ki, o valideyn özü hər hansı bir başqa bir yerdə iş sahibi olan bir şəxsdir. Deməli, bu insan özü də öz işgüzar nüfuzunu nə etməlidir? Bəli, qoruyub saxlamalıdır. Demək, indi bu 3 dənə mərhələni gəlin bir də deyirik. Əgər desək ki, öz məktəb yoldaşları ilə avtomatik şagird olan variantları saxlayacağam. Əməkdaşlıq etməkdir. Bunu necə ola bilər ki, bunu hüquqda versin? Hə? Təbii ki, bunu avtomatik nəyə götürəcək? Şagirdin vəzifəsinə. Amma məktəb rəhbərliyi, məktəb psixoloqu, həmkarları ilə əməkdaşlıq etmək, bax, bayaqçı da əməkdaşlıq idi, amma bayaqçı öz məktəb yoldaşları idi. Amma burada görün nə qədər sayıram müəllimdə. Məktəb rəhbərliyi, məktəb psixoloqu, həmkarları ilə əməkdaşlıq. Bu olur müəllimin vəzifəsi. Üçüncü isə məktəb kollektivi ilə əməkdaşlıq, daxili intizam qaydalarına əməl etmək, bir də öz işgüzar nüfuzunu qorumaq. Bu olur valideynin vəzifəsi. Biraz aydın oldu mu yazın görüm. Biraz başa düşə bilirikmi? Əla, bəli. Yəni biraz testlərdə diqqətli olun. Ki, yəni görün kimdən əməkdaşlıq deyir,
Variant əliyin, variant çıxın. Lap yaxşı. Növbəti. Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək. Burada hamı bilir ki, artıq bu müəllimlə bağlıdır. Ya müəllimin hüququdur, ya da vəzifəsi. Mənə verilən o 4-5 variantdan şagirdlə valideyn olanların üstündən teskin xərc çəkirəm. Deyir ki, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək. Aha, müəllimin nə idi? Hüququ. Afərin. İndi izahım verəcək. Gəlin keçsin. İstəsə etməz də müəllim. Ay, sağ ol. İndi Düzdürmü? gəlin ikincini də İstəsə deyək onu. etməz. Bəli. İkincini də deyək, sonra qarşılaşdıraq. İkinci sualım. İxtisasını artırmaq. Qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək. Artıq hamı bilir ki, burada müəllimlə söhbət gedir. İndi yazın görək, bu müəllimin vəzifəsi yoxsa sual? Sual. Nə gözəl. O qədər danışıram ki, artıq sual özü. Müəllimin vəzifəsi doğrudur. Gəlin bunları qarşılaşdıraq. Deyirik ki, birincidə yeni ixtisas almaq, staj keçmək və elmi dərəcəsini yüksəltmək. Yeni ixtisas almaq. Hamı məcburdurmu? Məsələn, işləyən müəllimdir. Bu filan müəllim, Aysel müəllimə məcburdurmu gedib yeni bir ixtisas da alsın? Əlavə bir təhsil də alsın və ya da ki, elmi dərəcəsini yüksəltsin, elmi bir ad alsın. Məcburdur, xeyr. İstəsə eləyəcək, istəsə eləməyəcək. Deməli, bu müəllimin hüququndadır. Amma ixtisasını artırmaq, qabaqcıl pedaqoji, müasir interaktiv, bu nə deməkdir müəllimlər? Bax, deyirik, elə adicə nəyə misal çəkək, elektron lövhələr. Tələb olunur indi bu dəqiqə müəllimlərdən ki, bundan keç və ya da ki, nəsə hazırla, yeni metodlar tətbiq elə. Bu artıq müəllimin vəzifəsidir. Bəli, müəllim öz üzərində işləməlidir, özünü inkişaf elətdirməlidir. Bu iki sualda məncə yeni ixtisas almaq. Bax, o söhbəti görəcəyik. Amma o birisi görəcək, ixtisasını artır, innovasiyalar, yeni təlim üsulları, metodları, bunları qarşılaşdırmış olduq. Bu da belə. Son bir sual. Sonra biraz da keçək sertifikasiya qaydalarına, ondan sonra sınağı seyvə göndərəcəm. Çünki vaxtımız az qalır. Yaxşı müəllimlər, biz saat 8-də gedəcəyik ixtisas dərsinə. Biraz da sertifikasiyadan bağlı müzakirələr aparırıq. Sonra bir sınaq göndərəcəm, evdə işləyəcəksiniz, göndərəcəksiniz. Yaxşımı? Belə, demək, ona görə ən çox deməli, yaxşı, ona görə ən çox deyirəm ki, əlavə vaxtımız qoç-çox getməsin, dərsə həsr eləyək. Oldu müəllimə, lap yaxşıdır. O sonuncu sualım, sonra keçək sertifikasiyadan bağlı. Şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq. Şərəf və ləyaqətini aşağılayan. Bu görəsən şagirdin hüququ yoxsa vəzifəsidir. Şərəf və ləyaqətini aşağılayan. Fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq. Deyirsiniz, şagirdin hüququdur. Yaxşı, gəlin birini də deyək, ondan sonra bunları uyğunlaşdıraq. Şərəf və ləyaqətini... Kağıtdan vəzifə yazdım. Necə? Mən kağıtdan vəzifə yazdım. Ürəyimdə ayrı şey fikirləşirdim. Kağıtdan Rəvan vəzifə müəllim deyir, getdi. vəzifə deyil ki, müəllimə. Rəvan müəllim, bu vəzifə idi, yazıqlar olsun. İndi Haqqın gələcək yox. tələb edir. Mən də kağıtdan Yox. vəzifə yazdım. İndi deyəcəm. Deməli, digəri. Birində deyək, o şagirdin hüququdur. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Bəs bu kimin hüququdur və ya da ki, vəzifəsidir? Sən bu da müəllimin hüququdur, bəli. Baxın, bu şərəf ləyaqətlə bağlı iki məqam. Hansı? Birincisinə qayıdıram. Şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq. Bu şagirdin hüququdur. Yəni, belə deyim də, onsuz da reallıq budur ki, bu hadisələr müəyyən qədər az-çox onsuz da bilirsiniz ki, baş verir, düzdür. Yəni, bunu artıq bir vəzifə kimi qoyulsa, bunun bir ucu bilirsiniz gedib haralara, nələrə çıxar. Ona görə yəni az-çox bu hadisələr onsuz da baş verir. Bax, ona görə düzdür, tam xırdalığı indi açmaq olmur. Buradan düşünün ki, o mövqedən yanaşın, indi üst örtülü nəyisə çatdırmaq istədim sizə. Ona görə düşünün ki, bax, bu şagirdin hüququ olacaq. Şərəf və ləyaqəti aşağılayan,
fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq. Müdafiə olunmaq. Yəni, indi müəyyən bir əlavələr də edə bilərəm, amma daha indi qayıt gedirdi, oraya ehtiyac yoxdur. Sadəcə belə yadda saxlayırıq ki, şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə. Bax, bunu necə yazır? Müdafiə olunmaq şagirdə xasdır. Nə idi amma? Hüququdur. Vəzifə deyil bu. İkinci sual isə şərəf və ləyaqətə hörmətlə yanaşılmaq. Bax, sonu müdafiə olunmaqdan bitəcək. Kim müdafiə olunur? İndi müəllimin müdafiə olunması biraz yaxşı çıxmır da. Vəzifə olsa, hə deməyim, vəzifə olsa o biraz ağır söhbətdir. Demək, hörmət, amma onun axırı bitəcək. Müdafiə olunmaq biraz müəllimə, nə bilim, xas cəhət deyil də sanki. Elə deyilmi, hamı düşünür də. Müdafiə olunmaq şagirdə. Onun sonluğu bu şərəf ləyaqətlə başlayacaq. Müdafiə olunmaqdan bitirsə, bu şagirdə xasdır və hüququdur. Amma şərəf və ləyaqətin hörmətlə yanaşılmasını tələb etmək. Hörmətli müəllim, o şeir də var. Ey hörmətli müəllim. Oradan yadacaq ki, bu müəllimin hüququdur. Bax, sizə şeir də dedim. Başqa çaydan, kofedən istəyirsiniz. Belə bir dərs harda var? Görürsünüz, sizə şeir də deyirəm. Şərəf və ləyaqətin deyir, hörmətlə yanaşılmasıdır. Hörmətlə, ey hörmətli müəllim. Oradan yada salırıq ki, bu müəllimin nə idi? Hüququdur. Belə. İndi tez və dərhal biraz nəyi müzakirə edirik? Sertifikasiya qaydalarını. Kimlər sertifikasiyadan keçməlidir? Neçə ildən bir və ya ki, kimlər keçməyə bilər, keçməməlidir? Kim danışacaq bizə? Ola bilər müəllim. Burada deyir ki, Tamam. məsələn, mən 2020-də imtahan vermişəm də, 5 Hı -hı. ildən bir verməliyəm, yoxsa müəllim, sertifikasiyam 3 ildən bir olacaq mənim. O qayda neçənci ildə tətbiq olundu? Deməli, qayda demək neçənci ildə? İlk dəfə işə qəbul olanlardan söhbət gedir. Və siz deyin görüm. 2020-də qəbul olmuşam 2 dəfə işə müəllim. Aha. Mən 2 ildən bir verməliyəm sertifikasiyanı, yoxsa müəllim 5 ildən bir də axı bizdə. Elə bilirəm. Sizdə çox güman ki 5 ildən bir. 5 ildən bir. İlk dəfə işə qəbul olunanlar 3 ildən bir dəqiqə Aytəs müəllimə beynim qarışdı. Baxın, o qayda necə idi? Deyin görüm. Deyirdi ilk dəfə işə qəbul olanlar 3 ildən ildən birdir. Bir bəli müəllim. Amma deyir ki müəllim, 5 ildən bir sertifikasiya olur o əvvəl olanlar. Mən elə başa düşmüşəm müəllim. əvvəl qəbul olunanlar 3 il ver. O elə deyil. Baxın, ilk dəfə işə qəbul olunan müəllim 3 ildən sonra sertifikasiyaya girir. Başa Hə, o düşdünüz demək. fikrimi? Bəli müəllim. Başa düşdüm. İndi başa düşdüm. Bəli, ilk dəfə işə qəbul olan müəllim, yəni 3 ildən sonra sertifikasiyaya girəcək. Mən elə bilirəm ki, 3 ildən bir sertifikasiyaya girəcəyim biz tez-tez. Onu nəzərdə tutun. Yo, elə siz cümləni bir şey dediniz, mənim də beynim qarışdı. Baxın, ilk dəfə işə qəbul olan müəllim 3 ildən sonra imtahana girəcək. Yaxşı. Bəli müəllim. Yaxşı. İndi sertifikasiya qaydaların biri tez bizə açıqlasın. Kim heç səsi çıxmayan müəllimlərdən biri danışsın. Deyə bilərəm müəllimə. Kəlalə müəllimə danışın. Axşamınız xeyir bir daha. Salam, salam. Sertifikasiyadan kimlər keçmirlər? Səsim biraz Hı. sürü saymaq istəyirəm. Allah şəfa versin. Sağ olun, çox sağ olun. Deməli, üzr istəyirəm. Birinci, hamilə qadınlar keçmirlər sertifikasiyadan. Sonra uşağını tək başına böyüdən atalar, yəni kişilər. Sonra uşağı 3 yaşına çatana qədər müəllimlər keçmirlər. Bir də həmin analıq məzuniyyətindən gələndən 1 ildən az müddət ərzində yəni keçməyə bilərlər sertifikasiyadan. Bəli, yəni onlar ən azı bir il işləyib, belə deyim də, bilirsiniz o nə üçündür o qayda? Bir il işləyib, bir o bildiklərini nə etməlidir? Xatırlamalıdır, yeniləməlidir ondan sonra, ha? Sonra deməli ilk dəfə işə qəbul olanlar 3 ildən sonra keçəcək sertifikasiyadan. Bir də ən azı 3 dəfə sertifikasiyadan keçənlər keçmirlər sertifikasiyadan. Bir də ki, üzülü səbəbdən sertifikasiyada iştirak eləyə bilməyib, sonradan yəni 1 ildən sonra iştirak eləyib keçməlidir mütləq. Bir də ki, keçə bilməsə artıq onlara şans yaranır, bir də imtahan verməlidir, deyəsə belə bir şey. Hüququ var. Məsələn, kəsilən müəllimlərə bir dəfə də şans verir dövlət, düzdürmü? Şans verir. Gedib onu dəyərləndirməsə işinə xitam verilir. Aha. Bir də elə bunlar bildiyim Məsələn, tutaq ki, qədərilə. bir insan ağır bir cinayət törədib, amma onun məhkumluğu üzərindən götürülməyib. Hansı müəllimlər tədrisdə iştirak eləyə bilməzlər? Onlar deyirsiniz. Tədrisdə iştirak edilməz, ağır cinayət törədilib.
Yəni o hələ üzərindən götürülməyib. Yəni bunlar sübut eləyə bilməzlər. Sonra məhkəmənin qanunu qüvvədə olaraq fəaliyyət göstərə bilməz, pedaqoji fəaliyyət göstərə bilməz, qadağan olunur. Sonra müəyyən keçici xəstəliklər ola bilər müəllimdə, yəni sağlamlıq imkanı olmaya bilər. Bunlar yəni təhsildə iştirak edə bilməzlər də. Sonra etik davranış qaydalarını pozan müəllim varsa, 1 il müddətinə, yəni onlar uzaqlaşdırılır təhsildən. Sonra yəni orada iştirak edə bilər, təhsildə iştirak edə bilər. Doğrudur. Samirə müəllimə 5 ildən sonra. Bəs bir sual da verim hardan? Tutaq ki, müəllim sertifikasiyaya getdi. Tutaq ki, belə deyirəm. Allah sağ eləsin, kəsildi, gəldi. Dövlət ona bir dəfə şans verdi. Müəllim nə etdi? Bu imtahandan da kəsildi, gəldi bu şansına. İndi bunun işinə xitam verildi. Bəs sonradan bu müəllim MİQ-lə yenidən məktəbə işə qəbul ola bilər, yoxsa ola bilməz? Son sualım. Ola bilər müəllimə. Təzədən imtahan verib, hazırlaşıb qəbul ola bilər. Əgər Sağ keçsə ol. imtahandan, bəli, qəbul Bəli, olur. doğrudur. Həmin müəllimlər yenidən nə edə bilər? Gedib MİQ imtahanı, bunu cənab nazir də öz çıxışında da vurğulamışdı, bilirsiniz. Yəni həmin müəllim deyir ki, müəllimlər bir müddət üsyan qaldırdı da, bilirsiniz. Deyirdilər ki, məsələn, kəsilmişik, nə edəcək? Tutaq ki, ikinci dəfə kəsilənlərdən söhbət gedir. Onda cənab nazir çıxışına da vurğulamış ki, gedin, yenidən MİQ-dən keçin, gəlin. Belə, belə müəllimlər, bugünkü dərsimiz bu qədər. Çox Deyin sağ olun. görək nələrsə öyrənə bildikmi, nələrsə yaddaşa vura. Düz elə bir ki, bu günləri əlifbasıdır da kurikulumun hələ. Deyin görək. Düz çıxarılıb bu hissələr artıq, amma sertifikasiyada qalıb, MİQ üçün çıxarılıb. Deyin görüm, bəli, əla idi, çox sağ olun. Nələrsə başa düşə bildikmi? Deyin görüm hələ. Çox sağ olun, sizlər də sağ olun. Müəllimə, çox sağ olun. Mən də öz təşəkkürümü bildirirəm sizə. Sizlər də sağ olun, müəllimlər. Sağ olun müəllimə. Əməyinizə, əziyyətinizə sağ olun. Əziyyət çəkmisiniz. Çox Müəllimə, sağ bir dənə olun. sizə sualım var. İndi Deyin. bizim kitabımız var da, Time test kitabı. O testləri işləyib ataq, yoxsa siz atıq sınaq işləyək müəllimə? İndi deyəcəm, qrupumuza səs göndərəcəm, yaxşı? Bəli. İndi birazdan qaydalar haqqında səs göndərəcəm ki, testi necə işləmək lazımdır, nə etmək lazımdır. Hər zaman kimi super var olun, çox sağ olun müəllimlər. İndi birazdan səs göndərəcəm, yaxşımı? Düzdür, baxdım, həqiqətən super kurikulum 0 bilən adam olan gərək deyil. Hər Şəhla müəllim o biri kurikulum qrupumuzdadır. Düzdür, sonra baxdım, amma həqiqətən superdir. Kurikulum 0 bilən adam olaraq deyirəm, deyir. Hə? Amma Şəhla müəllimə maşallah o biri qrupda həqiqətən də yaxşıdır vəziyyətiniz kurikulum qrupumuzda. Siz də sağ olun Təbriz müəllim. Belə müəllimlər, indi birazdan sizin qrupunuza səs göndərirəm. Testi də göndərirəm. Testi necə işləmək və ya ki, evə hansı testlər verilir, bu qaydalar haqqında səs göndərəcəm. Hamı dinləsin. Rühana müəllimə, bizə Bəli, sorğu. bəli. Bu metodika və pedaqogikada məndə var da kitabın ikisi də. Mən biraz tez qoşuldum, sonra çıxdım da. Yəni burada mən birinci fəsildən oxumalıyam da, neçənci mövzuya kimi. İndi Bunlar araşdırdım. bugün danışdığımız, müzakirə etdiyimiz mövzuları deyirsiniz, yoxsa hələ evə verəcəyimi? Yox, bugünkünü deyirəm. Hə, Ki siz gec dəqiq oxuyum, qoşulmusunuz. öyrənim. Hə, kurikulum nədir? Vermişdim. Bir də hüquq vəzifələr. Onların izahını sizə göndərmişəm, yoxsa siz gec qoşulmuşdunuz, yadımda deyil. Deyin görün Flora müəllimə. Mən elə indi yanvar qrupuyam da mən. Və yanvar qrupunda varsınız da, yanvar izahlara baxın, orada var. Qrupları qarışdırmısınız bəlkə. Yox, baxıram hamısına. Sakit dərs oldu, heç yorulmadım. Nə gözəl. Hə, orada var, orada sizi tağ eləyərəm, baxarsınız. Yaxşı? İzahlar onsuz da orada var. Yaxşı. Sağ olun müəllimlər, gecəniz xeyrə qalsın. Növbəti dərs görüşərik. Sağ olun.